məsəl üçün müəllim şagirdə 30 ad verir və şagird də deyir ki, bu adlar futbolçu, basketbol, şahmatçılar üzrə hərəsinin öz qrupuna görə ayırıq. Yəni hər adın nümayəndəsini öz oyundur, yəni öz yarış nədən adı? Öz növünə görə ayır da, yəni hansı bir növ olacaq burada? Konseptual müəllim. Murad müəllim, ad seçib qruplaşdırırıq, ad. Müəllim spesifik bilik, terminoloji spesifik bilik. Müəllim, düzgündür. Sağ ol, düzdür. Müəllim, terminoloji yox, deklarativ, yəni spesifiklikdə. Nə termin var, adı var ki orada, adam adına termin var ki orada. Spesifiklik, yaxşı, düzgündür. Yəni deklarativlik, faktoloji bilik, eyni şeydir. Yaxşı. Deyirəm ki, indi məsələn Murad müəllim tutaq ki, çox yaxşı şahmat oynayır və öz həmkarlarına necə yaxşı oynandığını, necə düşündüyünü, yolunu izah eləyir ki, mən belə eləyirəm, siz də belə eləyin. Mənim üsulum budur, siz də belə eləyin. Demək, siz hansı bir növündən istifadə edirsiniz? Müəllim, burada konseptual bilikdir. Anladığımı digərlərinə başa salıram. Öz anladığımı. Sağ ol. Müəllim, yox, mən də sağ ol deyirəm. Elə mənə bax, fikir ver. Murad müəllim, öz üsulunu, öz metodunu, öz yolunu öyrədirsənsə, hansı bilik növüdür? O metakognitiv bilik, müəllim. Sağ ol. Yaxşı, metakognitiv bilik. Əlbəttə, mənim metakognitiv bilik. Murad müəllim, belə bir sual verirəm sizə. Tutaq ki, məsələn, siz şagirdlərlə bir yerdə hesablayırsınız ki, 1 kilometrlik ərazini 40 dəqiqə ərzində neçə dəfə qruplamaq olar, yəni qaçmaq olar. Demək, sizdə hansı bilik növü var? Görün, nə gözəl var. Time-da bu suallar var, baxın, diyor. Time-da bu suallar vallahi bir yoxdur. Murad müəllim, hesablayırsan ki, nə bilim, bu qədər məsafəni nə qədər vaxtda eləmək olar? Müəllim, hesablama varsa prosedural bilik, prosedural bilik, düzdür. Deyirəm ki, keçdik idraka. Deyirəm, Murad müəllimin bir yaxın dostu var. Mən hər 5 dəqiqə sual cavab verəcəm, vaxt qoymuşam. Deyirəm, Murad müəllimin bir yaxın dostu var. İkisi də miqə hazırlaşırlar. Və onun o dostu miqə hazırlaşmır da. Bu belə dərsləri boş buraxıb. Murad müəllim o dostunu gedib mühakimə eləyir ki, niyə oxumursan? Bizim 2 ay vaxtımız qalıb. Demək, siz dostunuza qarşı idrakda hansı mərhələdəsiz? Mənim dostuma qarşı idrakda hansı mərhələdəyəm? Bəli, mühakimə eləyirsən də. Yəni biz dostumuza deyirsən ki, niyə oxumursan? Sən yəni ona canın yanır. Sən ona nə edirsən ki, onu deyirsən? Hamısını mən dedim də cavabında. Mən xatırlatmaq Murad müəllim, yox, Murad müəllim, əzbərləmək ya da salmaq xatırlamaq aid. Dəyər verirsən, dəyər verdiyimiz insana biz mühakimə eləyirik. Mən əsəbləşirəm müəllimlərə oxumayanda. Niyə? Dəyər verdiyim üçün. Dəyər verməsəm mən ona o gün kimi idi deyən ki, müəllim, sizin suallarınız çox çətin suallardır. Baxıram o birlər elə 10 dənə asan sual verir. Mən dəyər verməsəm elə asan sual verirəm, deyirəm, onun dərəsini onu da işləyirsən, gözdən pərdə saram. Dəyər verirəm ki, mühakimə edirəm də, düzdürmü? Müəllim mühakimə eləmək, müdafiə eləmək, dəyərləndirməyə aiddir. Və yaxud da deyirəm ki, Murad müəllim hansısa bir əsərdə oxuyur. Əsərdə oxuyandan sonra əsərdə olan baş qəhrəmanın necə sadəlövh, necə mülayim, necə belə zəif insan olduğu haqqında danışır. Demək, siz o insanı nə edirsiniz? Yəni, idrakda hansı mərhələdir? Deyirsən ki, orada bir qəhrəman var. Bu qəhrəmanı bir yazıcı sadəlövh insan kimi yazıb. Sadəlövh, belə... Yenə dəyərləndirmək. Bax, müəllimlə çox adam deyər ki, yazsın sözün deyir. Nə olsun ki, yazsın sözün deyir. Amma insanın xarakterini sayır. Çox adam düşünə bilər ki, müəllim öz sözü deyil, yazsın sözü. Nə də həll eləmək olmur. Amma yenə xarakter sayırsa müəllimlər, sadəlövhdür, yumşaq xasiyyətlidir. Xarakter saymaq müəllimlər. Deməli, nə oldu bizdə? Oldu dəyərləndirmə. Yaxşı, orada mənə əsəbləşdirirlər, nəysə. Demək, Murad müəllim, siz mənə belə bir sualıma cavab verin. Deyirəm ki, Murad müəllim tutaq ki, öz şagirdlərinə top almaq istəyir. Top alarkən ən rahat, ən yüngül, ən möhkəm topu seçir. Ən rahat, ən yüngül, ən möhkəm topu seçir. Mənim, yəni, burada nəyi tapmamı istəyirsiniz? İdrakda da nəyi tapacaq? Dərs idrakdır, dərs bilik növüdür, idrakı. Mən tətbiq etmək olar da burada. Xeyr, tətbiq eləmək niyə olsun ki? Axtarırsan, arayırsan, təhlil eləmək. Ən daha vacib təhlil eləmək müəllim. Təhlil eləmək. Deyirəm ki, Murad müəllim məsəl üçün şagirdlər Murad müəllimə sadəcə tutaq ki, hansısa bir komandada olan, məşhur bir futbol komandasında olan oyunçuların adını sayırlar.
İdrakda hansı Mən bu mərhələdir? şeydə xatırlamaq, Ay, sağ ol, anlamaq, sadalamaq. düzdür. Deyirəm Murad müəllim, deyirəm yox, şagirdlər Murad müəllimə hər hansısa bir dərsi öz sözləri ilə danışır, izah eləyir. Anlamaqdır da bu da. Ay, sağ ol, Anlamaqdır. anlamaq. Ay, sağ ol. Konseptualdır yəni. Düzdür. Bir dənə də sual verirəm, vəsə. Deyirəm ki, məsəl üçün, bayaq bu sualı o biri Murad müəllimə verdim. Deyirəm ki, Murad müəllim şagirdlərə şahmat taxtasından istifadə edərək onun üstündə dama oyunu oynatdırır. Məsəl üçün tutaq ki, hansı mərhələdə idrakda? Nəyidənsə istifadə edərək. Yəni tətbiq etməkdə Ay, mənim sağ ol. şahmat taxtası. Əla, düzdür. Deyirəm ki, indi Murad müəllim, bəs sən belə yaxşı bilirsən, niyə belə dərsə tutaq ki, laqeyd yanaşırsan? Qayıdıb deyirsiniz ki, müəllim, siz deyirsiniz ki, mən tənbələm. Hansı xətaya yol verdin? Mənim boş adam xətası. Ay, sağ ol. Murad müəllim, sağ ol. Kifayətdir. Əla. Başqa söz yoxdur. 6 dəqiqədə artıq. Allah razı olsun. Zəminə müəllimə yox, Zəminə yox. Deməli, müəllimlər, Xəyalə Əhmədzadə varmı bizdə? Xəyalə müəllim axı yoxdur məncə bizdə. Bu hansı xəyalədir? Mars qrupunda xəyalə mi var? Müəllimlər, o gün demişəm. Salam bəli, salam. Müəllimlər hər Əlavə qrup. Yox, olmaz, məndə danışmaq olmaz. Hər qrup öz dərsində. Bu qrupda ancaq Mars qrupu danışacaq müəllimə. Belə deyim, iki dünya bir olsa da bir müəllim o biri qrupun dərsinə qoşulmur. Hamını əlavə edirəm birin qrupuna. Canla başdan qoşulub dinləyə bilərlər, əlavə edə bilərəm. Amma danışmaq qətiyyən olmaz, çünki o qrup üzvlərinin haqqına girməkdir. Cəmilə müəllimə gəl, Cəmilə Turqut. Əl qaldırın müəllimlər, Mart qrupu. Dərkəçin dərs danışmayanlar əl qaldırsın. Başlayırıq. Cəmilə müəllimə bu aralar yoxsan, passivsən, haralardasan? Mən? Bəli. Ne bilim mən, keçən dərs soruşmadınız, mən həmişə buradayam. Hansı Cəmilədir bu? Mən Cəmilə Turqut, mən Cəmilə deyirəm, Zəminə yox. Cəmilə. Başlayım mən. Cəmilə müəllimə gəl. Axşamınız xeyir olsun. Axşamınız xeyir müəllimə, axşamınız xeyir olsun. Başlayaq Cəmilə müəllimə. Aha. Deyirəm ki, müəllim hadisəni izah etdikdən sonra şagirdlərdən bu hadisəni öz sözlərlə ifadə etməsini istəyir. Hansı idrak mərhələsidir? İdrak burada öz izah eləyirsə, əgər asar söz kimi götürsək, anlamağa götürür. Çünki özü anlayır ki, danışır. Hansı bilik növüdür? Hansı bilik növüdür deyəndə də anlamaq, başa düşmək, o da konseptual olmalıydı da mənimə. Ay, sağ ol, düzgündür. Mənlər burada yazdığım birinci sualı yeni yazmışam. Yeni tip sualda, yəni yeni ideyamda deyim də. Deyir ki, müəllim uşağa aşağıdakı məlumatı verir. Birinci Dünya müharibəsi 1914-cü ildə başlanmışdı. Bu da müəllim şagirddən hansı mərhələni formalaşdırır bu söz deməkdən şagirdə? Şagirdən nə gözlənilir? Məndən soruşursunuz müəllimə. Bəli, mən Cəmiləmədən soruşuram. Bəli, təcəld olaq biraz, bəli. Lərdə müəllimə faktor olacaq. Bəli, əzbər deyir uşağa. Uşaqlar, yəni yadda qalsın ki, bu falan vaxt baş vermişdi. Yaxşı. Bəli. Belə bir sual verirəm. Deyirəm ki, yeni bir məhsulun reklam mətnini hazırlamaq, reklam tutaq ki, çarxını hazırlamaq, reklam slaydını hazırlamaq idrakda hansı mərhələyə aiddir? Slayd idrakda, deməli slayd varsa, hazırlamaq varsa, burada reklam mətni. Hər şey hazırlamaq yox, reklam mətnində reklam video çarx hazırlayacaq. Müəllimə yaratmaq deyildi. Bəli, yaratmaqdır, düzdür, yaratmaqdır, düzgündür. Deyirəm ki, bu sualı 30 dəfə vermişəm. Deyirəm ki, müəllim şagirddən Nəsiminin məndə sığar ikən cahan, mən iki cahan, mən bu cahana sığmazam misralarına öz fikrini arqumentlərlə bildirməyini istəyir. İdrakda hansı mərhələdir? Müəllimə idrakda əgər öz fikrini izah etməyini istəyirsə, burada anlayır ki, mövzunu, misranı anlamalıdır ki, şagird danışa bilsin. Bu şeirə qarşı öz fikrini izah eləməsini istəyir. Cəmilə müəllimə saçma. Bu şeirə qarşı demirəm cümləni izah eləsin uşağa. Deyirəm bu şeirə qarşı fikirlərini arqumentlərlə izah eləməsini istəyir. Hələ təhlil yazana baxın. Güzəl müəlliməyə baxın hələ. Arqument dəyərləndir. Müəllimlər, bir dəqiqə. Sualın cavabını deyən kim idi? Adı görmədim. Yəqin ki, yeni müəllimlərimizdəndir, qayda qanunlarımı bilmir. Ötən dərs demişəm dərslər, məni heç kəs sərt anlamasın. Hər şeyə bilirsiniz ki, mülayiməm. Hər şeyi qəbul eləyirəm. Vallahi görmədim kim idisə. Yəni, bir nəfər başqa birinin sualına qarışmır müəllimlər. Biz şagird deyirik. O müəllim onu bilmirsə, onu mən izah edəcəm. Olmaz.
Mənim dərsimdə əl axsus olmaz. Hələ mənim dərsimdə ilk dəfədir ki, demək olar ki, bu il bir nəfər o birinin sualına qarışır. Olmaz. Cəmilə müəllimə deyirəm ki, cümləyə qarşı öz fikrini izah elə. Öz fikrini arqument gətir. Bu cümlənin arqument gətirmək nə demək istəyir burada? Cümləyə fikrini bildir. Səs dedim, səs internet zəifdir. Nədirsə səsim gəlmədi, sizə eşitmədiniz. Dəyərləndirmək. Öz fikrini əgər burada öz fikrini sözü açar söz kimi götürəndə dəyərləndirmə. Siz keçən dəfə də demişdiniz bu. Cəmilə müəllimə açar söz demə mənə. Mənə açar söz deməyin müəllimlər. Açar söz söhbəti yoxdur. Onu əzbərçi kurikulum bilməyən müəllimlər öyrədir. Cümlənin içərisinə girirsən. İlahi müəllimə, mən dəstəyəm. Çox xahiş edirəm. Mesajları arda-arda yazırsınız. Axı mən dəstəyəm. Müəllimlər, ilahi deyirəm, Cəmilə müəllimə, hamı zahiddir. Mən kurikulumu heç kimə əzbərlətdirmirəm. Əzbərçiliklə öz evimizi yıxacağıq. Cümlənin içərisinə girirsən. Bu cümləyə öz fikrini arqumentlərlə əsaslandırır. Məsələn, mən deyirəm ki, üstad ki, Nəsimi burada həm cənnət, həm cəhənnəmi təsvir edib. Bu mənim fikrimdir də. Yox, mən onun fikir bildirdim, tənqid edirəm. Mənim fikrim. Tənqid eləmək, dəyərləndirməyə aiddir. Yaxşı. Cəmilə müəllimə belə bir sual verirəm sənə. Deyirəm ki, Cəmilə müəllimə, bax imtahana az vaxtımız qalıb, 2 ay vaxtımız qalıb, oxumalıyıq, hazırlaşmalıyıq. Qayıdıb deyirsiniz ki, müəllim, düz deyirsiniz, 2 ay vaxtımız qalıb, oxumaq lazımdır. Hansı xətaya yol verdin? Hə, müəllimə, burada deməli belə deyim də burada bir də təkrarlayım müəllimə, səs zəifdir, səsiniz gedir, gəlir. Məndə səs yaxşıdır. Müəllimə, deyirəm ki, cümlə deyirəm Cəmilə müəllimə, vaxtı az qalıb, oxumalıyıq. Qayıdıb deyirsiniz ki, müəllim, düz deyirsiniz, vaxtı az qalıb, oxumalıyıq. Hə, burada sizin dediyinizi təkrarlayırıq deyə. Aha. Mənim burada elə bir sizin dediyinizi təkrarladım deyənə, artıq burada sirkulyar arqument düzdür. Bəli, eşidirəm. Hələ Dinar müəllimə çox mənalı danışmaqda bəhanə gətirsəydik ki, ay müəllim yasa getmişdi, ay müəllim qonağımız gəlmişdi, onda olurdu. Bəhanələr də çox mənalı danışmaq müəllimlər. Bu mən deyəndə sirkul neynirdi? Pərgər geri fırlayır da çevirəni çəkəndə, özünə geri qaytarırdı. Cəmilə müəllimə çox sağ ol. Mənə bugün sizi yığacaqdım. Bazar günü məni yığarsınız. Birinci günü məni yığarsınız. Başda müəllimə, üzrlü sayın setimiz problemlidir. Bildim, narahat olma. Prosta vaxtımız azdır. Tələsirəm ki, hamıya vaxt çatsın. Deməli. O bir könül, o biri könül yazılan hansı könüldür bilmirəm, o könül gəlsin. Butayevadan başqa hansı könüldürsə o gəlsin. Butayeva könüllüdən sual cavab eləmişəm, o biri könül. Bəli, buradayım. Müəllimə, siz hansı könülsüz? Balakişiyeva. Aha, əla. Başladıq könül müəllimə. Butayeva könül müəllimə. Yəqin ki, inciməsiz də müəllimə. Məncə biz dünən sizin ətraflı sual cavab elədik. İndi müəllimə də küsüb çıxacaq dərsdən. Yaxşı. Yox, müəllimə narahat olmayın. Çox sağ olun. Dünənləri individual yanaşdınız sizə. Çox sağ olun. Sağ olun müəllimə siz də. Sonra demək bu könüllü çağırdım. Balakişiyeva könüllü. Könül müəllimə belə bir sual verirəm sizə. Diqqətli olun. Məncə müəllimə biz sizdən elə bilik dərsində qalmışıq, eləmi? Bəli. Getdik. Deyirəm ki, kimya müəlliməsi idiniz də? Bəli. Hamıya öz fənninə yol verməyi sevirəm, bilirsiniz ki, ona görə soruşuram. Deyirəm ki, kimya dərsində müəllim şagirdləri zəifdən qüvvətliyə doğru ardıcıllıqla düzdür. Demək bu müəllim hansı bilik növünü yerinə yetirdi? Prosedural müəllim. Bəli, düzdür, prosedural. Deyirəm ki, müəllim şagirdlərə tutaq ki, ortofosfat turşusu üzərində onun həmin turşuda kovalent və ion rabitənin sayını tapdı. Kimyaçılar dinləsin. Prosedural. Düzdür. Deyirəm ki, müəllim şagirdlərə turşuların bir-birini sıxışdırıb çıxarma sırasını izah elədi. Deməli, konseptual. Düzdür, izah edir, konseptual. Düzdür. Deyirəm ki, müəllim şagirdlərdən oksigenli və oksigensiz turşuların adlarını saymaq istəyir. Ad varsa faktoloji müəllimə. Sağ ol. Əla, nə gözəl. Deyirəm ki, sinifdə bir şagird var. Bu şagird həm kimyadan olimpiya bax müəllimlər, həmişə deyirəm, sualın başlığını o qədər böyük qoyurlar ki, əsas bizə özəyi lazımdır. Deyirəm indi başlığını gətirirəm də. Kimya olimpiyada keçirildi. Şagirdin biri olimpiyadaya hazırlaşır, olimpiyadaya gedir, həmin olimpiyadada yüksək bal yığır və bu şagird kimyanı yaxşı oxuyur. Və digər şagirdlər ondan soruşurlar ki, sən kimyada bu məsələləri necə belə rahat işləyirsən? Şagird də öz üsulunu öz yoldaşlarından bölüşür.
İndi təfəkkürat bir iki sual verim. Deyirəm ki, məsəl üçün kimyadan yeni 7-ci sinif kitabı çıxıb. Deyir, məsəl üçün Könül müəllimə bu 7-ci sinif kitabını alır və 7-ci sinif kitabının içərisində hər hansı bir mövzunu gedib deyir ki, ataq göz kolleqalarına 7-ci sinifin mövzusu əvvəlki dərsdə daha yaxşı idi. Bu dərsin içərisində mövzunu o qədər qısaldıblar ki, bu kitab ümumiyyətlə belə deyim də, bu mövzu burada çox rahat belə cüzi verilib. Bax, burada yazılan sözə bax. Demək siz hansı təfəkkür növündəsiz? Deməli öz fikrimi bildirirəm. Yo, öz fikir demirsən ki, öz fikir demirsən, nə deyirsən, amma bura bax, gör burada necə yazılıb. Kitabdan fakt göstərsən ki, buna bax, bu mövzuya bax, bu da belə yazılıb, səhv deyə balaca yazılıb. Kitabı göstərirsən fakt kimi. Deməli tənqidi müəllimə. Müəllimə, təfəkkürün növü hansı olur? Öz sözün deyilsə də, kitabın faktdan danışsan ki, kitabın içinə bax, bu kitabın burasına bax. Müəllimə, məntiqi təfəkkür, məntiqdən danışırsan. Sən o kitabı incələmirsən. Almısan əlində 7-ci sinif kitabını, incələmirsən, nəyə hər tərəfli? Deyirsən bu mövzuya bax, analitik düşüncə var idi müəllimə bizdə, verbal, qeyri-verbal. Analitik nə idi? Hər tərəfli incələmək. Sən də bu kitabı anlayıb hər tərəfli incələmirsən. Sən bu kitabı təhlil eləməsən. Təhlil eləmək budur ki, belə ölçürsən, biçirsən, hər şeyə baxırsan da, sən də bunu bilinləməsən. Hardan bilərsən ki, bu kitab pis, əvvəlkindən pisdir? Faktla danışırsan ki, bu mövzuya bax. Bir də var ki, indi müəllimə, bu idrakda hansı mərhələyə aiddir bu? Yəni idrakda hansı mərhələyə? Adını dedim onsuz da. İdrakda hansı mərhələyə aiddir? Kitaba öz fikrini bildirmirsən. Bu kitaba fikrini kitabın öz səhifəsindən bildirirsən ki, bu səhifədə gör necə verilib. Öz fikrin deyil də. Kitabı yenə incələmirsən, təhlil eləmirsən. Hansı mərhələ olur elə idrakda? İncələmiş, təhlil eləmişəm. Deməli təhlil etmək mərhələsində. Bəli, təhlil eləmək. Bir də var ki, alırsan kitabı əlinə deyirsən ki, məsəl üçün, bu 7-ci sinif kitabı mənim fikrimcə daha başqa cür yazıla bilərdi, daha əhatəli ola bilərdi, maraqlı suallar salına bilərdi. Bunda hansı olur idrakda? Dəyərləndirmək. Sağ ol. Deyirəm Könül müəllimə tutaq ki, oksigen turşular dərsini şagirdlərə müzakirə üsulundan keçir. Deyir ki, şagirdlərə yarınız oksigenləri araşdırın, yarısız da oksigensiz turşuları araşdırın. Müzakirəni özünüz bunu araşdırın. Demək siz dərsi belə keçirsinizsə, dəyərləndirmək. Sağ ol. Çünki müzakirə debat deməkdir. Bəs bu hansı təfəkkür növünü formalaşdırır şagirdlərdə? Hansı təfəkkür növünü formalaşdırır şagirdlərdə bu üsul? İndi müzakirə etməyi dediniz də mənə. Bəli. Yəni o deyir belə deyir, bu deyir belə deyir. Hamı öz fikrini sübut eləmək istəyir. Öz fikrini hansı sübut? İndi hansı təfəkkür növüdür? Tənqidi təfəkkür. Sağ ol. Tənqidi, düzgündür. Deyirəm Könül müəllimin bir yaxşı kimya müəllimim var. Oturub durub deyir ki, kimya müəllimimiz biraz aqressivdir, biraz dalaşır, amma çox yaxşı insandır. Demək siz o müəllimə nə edirsiniz? İdrakda hansı mərhələdəsiz? Anlamaq mərhələsi. Könül müəllimə, tutaq ki, siz gedib Vüqar müəllimə qoşulmusunuz kimyadan. Sayırsan ki, Vüqar müəllim biraz aqressivdir, biraz çətin adamdır, amma çox mülayim, çox ürəyi yaxın, gözəl insandır, çox savadlı müəllimdir. Dəyərləndirmək. Sağ ol. Deyirəm ki, tutaq ki, indi qəşəng bir sual verəcəm. Deyirəm ki, tutaq ki, Könül müəllimə öz şagirdlərinə test vəsaiti almağı tapşırır və şagirdlərə deyir ki, özünüzə ən rahat testi seçin. İdrakda hansı mərhələdir? Ən rahat testi seçin deməli. Özləri seçir. Ən rahatını seçməlidir uşaq. Ən, daha, bu söz varsa o da hansı mərhələ idi? Bir dəqiqə təhlil etmək yoxsa? Bəli, mənim özü təhlil eləmək. İndi belə bir dənə sual verirəm. Deyirəm ki, şagirdlər Mendeleyev cədvəlindən istifadə eləyərək, məsəl üçün, metalların qüvvətli sırasını müəllimə izah elədilər. İndi burada idrakda hansı mərhələdir? İzah ediblər. Diqqətli ol. Deyirəm ki, Mendeleyev cədvəlindən istifadə eləyərək. Tətbiq etmək. Bax, müəllimə, burada tətbiq də var, anlamaq da var. Çünki deyirəm, izah eləmək, düzdürmü? Anlamaq da var. Həm də Mendeleyev cədvəlindən istifadə eləmək də var. Deyirsən ki, ay müəllim, hansını götürüm? Təbii ki, ən böyüyünü. Artıq anlamaq düşdüm oradan. Anlamaq getdi. Aydındır Könül müəllimə? Bəli, böyük. Könül müəllimə, deməli, bir dənə sizə sual verim, təfəkkürə aid verim. Yaxşı, dünəndən demək, mənə bir müəllimə, bu da həmin müəllimə sual göndərib.
müəllimə gedib Taimin bir müəlliminə qoşulub. O müəllim də çox yaxşı ixtisas müəllimi idi. Amma yanında bu müəllimə kurikulum sualları göndərib. Yəqin ki, o müəllim kimi deyil, bilirəm. Bilirdin də özünü. Orada demək, kurikulumdan təsəvvür edin ki, bir necə sual göndəriblər. Bu sualı da görməməyə vermişdim. Təsəvvür edin, düzgün cavab yoxdur sualda. Niyyətim hansısa müəllimi pis demək deyil. Demirəm bunu Taimin müəllimləri hazırlayıb. Yəqin ki, müəllimin seçdiyi bir müəllim hazırlayıb. Sual belədir. Diqqətli ol. Deyir ki, balina və delfin, yəqin ki, biologiya bilirsiniz siz də. Deyir, balina və delfin hər ikisi suda yaşayan məməli. Hər ikisi suda yaşayır. Hər ikisi nəfəs almaq üçün suyun üzünə çıxır. Deməli, bütün məməlilər ağciyərlə nəfəs alırlar. Balina və delfin məməlidir, suyun altında yaşayır. Ağciyərlə nəfəs alırlar. Deməli, bütün məməlilər ağciyərlə nəfəs alırlar. Burada hansı düşünmə var? Məntiqi müəllim. Düşünmə müəllimə. Yaxşı təfəkkür düzdür, məntiqi təfəkkür. Və düşünmə kimi hansıdır? Onun düşünmə formasını istəyirəm də. Hə, yəni məntiqin deməli ümumidən gəldik. Ümumidən yox, balina və delfin. Balina və delfin yaşayır, bütün məməlilər suda yaşayır. Məsələn, belə bir tutaq ki, bütün məməlilər belə eləyir tutaq ki. Qarışdırdım, induktiv. Sağ ol. Təsəvvür edin, bu sualın cavabını deduktiv götürüblər. Yəni bir neçə sual var idi və hamısı səhv idi. Onları sizə göstərəcəm. Düz içərisində baxırsan samballı sualdır. Çox gözəl sual çıxa bilərdi sualdan, amma cavabını səhv götürmüşdülər. Yaxşı. Gedişimiz yaxşı. Xəta baş vermişdi. Ona görə qoşula bilmədim. Yaxşı. Ceyhun müəllim hazırlaşın. Sonra Ceyhun müəllim, Dina yox, o danışmaq istəmir. Ceyhun müəllimi dedim. Gülbəniz müəllimə hazırlaşın. Günaylardan ötəndə soruşdum. Həvva müəllimə siz də hazırlaşın. Ümumiyyətlə Mart qrupundan. Sonra Aytac müəllimə buradadırsa hazırlaşsın. Aytac, Qobustan Aytac. Hələ ki yadımda bulardı. Vüsalə Əhədli. Vüsalə müəllimə hazırlaş. Yəni bu günlərin dərs soruşacağam sizdən. 1 saata qədər dərs soruşacağam. Bu yarım saat ərzində sonra dərs daha yeyəcəm. Onsuz yeni mövzumuz Asat mövzudur. Asat deyəndə bunlar rahatdır, yəni. Kimi çağırdım? Şövkət müəlliməni çağırdım. Şövkət müəllimə başlayırıq. Belə bir sual verin. Mənə diqqətli olun. Çıxız bunu səhv salırsınız. Deyirəm ki, Şövkət müəllimə bədii müəllimlər səsləri bağlayaq digər müəllimlər. Şövkət müəllimə bədii kitab oxuyur. Bədii kitab oxuyanda əsərdəki bir pis qəhrəmana çox əsəbləşir. Və bir də baxır ki, beynində həmin qəhrəmana qarşı aqressiv sözlər deyir. Demək siz burada hansı düşünmə formasındasınız? Məntiqi. Məntiqi təfəkkür, düzdür. İndi məntiqin hansı düşünmə formasıdır? Onun formaları var idi də, ardıcıl, sistemli, verbal, qeyri-verbal, analitik, induktiv, deduktiv, analogiya, konvergent, divergent. İndi bunun hansının hərəsindəsiniz siz? Beynində, təsəvvürdə bundan danışırsan. Səsin çıxmır ha. Beynində danışırsan, beynində. Bizim müəllimə verbal. Verbal yox, beynində. Səs ağzından çıxanda verbal olur. Beynində qeyri-verbaldır. Qeyri-verbal. Səssiz qeyri. Ay, sağ ol. Müəllimlər, mən nə vaxtsa dərsi izah etməmiş saxlamışam mı? Deyirsiniz ki, müəllim dərsi izah edəcəksinizmi? Mən nə vaxt dərsi izah eləməmişəm? Qurban sizə. Elə eləmədiyim bir gün olubmu? Eləyəcəm ay gün müəllimə. Başlayacam, narahat olma. 50 dəqiqə edirsiniz başlayacaq. Müəllim, yarım saat dərs soruşum. 20 dəqiqə izah edəcəm. 9-a qədər müəllim izah bitirəcəm. Narahat olma. Yaxşı. Şövkət müəllimə, belə bir şey deyirəm. Deyirəm ki, bir riyaziyyat məsələsini, deyirəm ki, şagirdlər riyaziyyat dərsində riyaziyyata aid məsələni həll etmək üçün yeni üsullar düşünürlər. Demək bu uşaqlar idrakda hansı mərhələni yerinə yetirirlər? Yeni üsullar, anlamaq, Şövkət müəllimə, yeni üsul, elə üsul axtarır ki, heç kimdə olmasın. Yeni üsul axtarır məsələni həll etmək üçün. Yeni üsul. Prosedural bilik olmaz. Düzdür. Məsələn eləmək, düzdür. Bilik kimi prosedural bilikdir. Bəs müəllim, idrakda hansı mərhələ ola bilər? Bu dediyimiz. Bəli, yaxşı müəllim, eyb yox. Biraz qayıcısı qoyun, sual dəyişib. Sizin fənniniz nə idi? Fizika. Qoyun öz fənnizə aid verim də. Fizika. Deyirəm ki, şagirdlər Newtonun 2-ci qanunundan istifadə edərək məsələni həll elədi. İdrakda hansı mərhələdir? Faktoloji, terminoloji. Müəllimə, demirəm, uşaq düstur əzbər danışsın. Ondan orada faktoloji. Deyirəm, indi uşaq bu düsturdan istifadə edib, məsələni həll eləyir. Bu özü demişdim ki, bu keçən dəyişib. Əvvəlki belə şey yox idi.
Düsturdan istifadə etmək. Düsturu anlamasaq istifadə edə bilərik. Yerinə qoyub. Anlamaq müəllimə. Anlamaq və konseptual. Müəllimə yox, müəllimə. Deməli, müəllimə bax, bilik növü kimi prosedural bilik. Çünki həll eləmək var. Məsələ həll eləmək var. Həll eləmək var da bir şey, məsələn, düzdürmü? Olur prosedural. Müəllimə, bilik növü kimi proseduraldır. Amma müəllimə, keçən ilə qədər idrakda tətbiq eləməyə aid idi. Deyirdik ki, izah eldə istifadə eləməyə var, tətbiq eləməyə aid idi. Amma müəllimə, keçən il dedilər ki, artıq düsturdan istifadə eləmək varsa, onu anlayıb eləməlidir. Onu anlamaq. Yaxşı, belə bir sual verirəm. Deyirəm ki, məsəl üçün, müəllim şagirdə, indi bilirsiniz ki, fizikada var da bu düsturun vahidlər var. Vahidlər hərsi bir alimin adındadır, düzdürmü? Deyirəm, indi müəllim şagirdə bir 10 dənə ad verir. Deyir, bu adlar içərisindən, nə bilim, qüvvəni yaradan alimi, nə bilim, o var ya, ayəsədə indi qüvvəni, cərəyanı yaradan alimlərin adlarını seç. Terminlərlə də mən Termin yox, ad seçir, ad. Deklarativ. Sağ ol. Deklarativ bilik. Bəs idrakda hansı mərhələdir? İdraçda A. Yenə də əzbər ad seçir də müəllimə. Xatırlamaq. Xatırlamaq. Deyirəm ki, şagird məsəl üçün tutaq ki, kimya, fizikada cərəyanlar dərsini yaxşı edir, o əldən olan dərsləri əlin üstü içi. Bunu yaxşı eləyir. Dostlarını da yaxşı tapır, tez tapır. Dostlar deyirlər ki, sən bunu necə eləyirsən? Bu uşaq da öz metodunu bunları öyrədir. Demək, bu uşaq hansı bilik növünə malikdir? Əməkdaşlıq. Əməkdaşlıq var, düzgündür. İndi bilik növü olaraq hansı bilik növüdür? Yəni bilik növü özünü anlayır ki, bunu eləyir də. Bilib edir. Bəli. Bildiyidir. Müəllimə, öz bilik növü deyirəm hansıdır? Əzbər, bax, deklarativmi, konseptualmı, proseduralmı, metakognitivmi? Özünü tanıyır. Sağ ol, müəllimə, bəli, metakognitiv, düzdür. Deyirəm ki, müəllim şagirdlərə dərsi asan bir yolla, loru bir dildə izah eləyir. İcraçın hansı mərhələsidir mən? İzah eləyir, asan bir dillə izah eləyir. Bir var ki, əzbər danışır, o olur əzbərləməkdə, xatırlamaq. Bir də var ki, özünə məxsus yolda izah eləyirsiniz də, belə fərqli bir yoldan, rahat bir yoldan izah eləmək. Konseptual bilik. Bəli, düzdür, konseptual bilik. Bəs idraçda hansı mərhələdir? İdraki bacarıqlar haqqında. Bəli, idraçda hansı mərhələdir? Xatırlamaqmı, anlamaqmı, tətbiqmi, təhlilmi, dəyərləndirməkmi, yaratmaqmı? Tətbiq edir. Müəllimə, yox. Müəllimə, deyirəm ki, izah eləyir, öz sözündən izah eləyir. Demək, müəllimə, siz artıq onu əzbər danışmırsınız da, başa düşdüyün kimi öz sözündən izah edirsiniz, müəllimə, anlamaq mərhələsinə aiddir də, anlayırsan ki, bunu izah eləyirsən. Yaxşı. Deyirəm ki, belə bir sual, deyirəm ki, məsəl üçün də, deməli, necə bilim bu sualı? Deyirəm ki, tutaq ki, Aytəkin müəllimə, Şövkət müəllimə bir iş yoldaşını pisləyir. Şövkət müəllimə həmin iş yoldaşını müdafiə edir ki, mən o iş yoldaşım yaxşı adamdır. İdraçda demək hansı mərhələdəsiz? İş yoldaşını müdafiə edirsən, mühakimə edirsən. Demək, sən onu çox istəyirsən də, ona görə onu müdafiə edirsən. Ona nə verirsən? Mən dəstəyəm, sakit. Dəyər. Bəli, dəyərləndirmə, düzdür, dəyərləndirmə, düzdür. Şövkət müəllimə, narahat olma müəllimə. Bu dərsdə ki, 2 dəfəlik keçirik. Hələ məndən üstündə qalacağıq. Ən azı bir bundan sonra 2 dərs, 3 dərs bunun üstündə qalacağıq. Hansı mövzudan mən sizə sual versəm, onsuz bundan sonra rahatdır da. Bundan sonra 1-2 həftədir əmiz rahatdır. Hansı mövzunu keçsəm mütləq indi taksonomiya sual cavab verəcəm. İndi fevral qrupu müəllimləri bilir. Bu taksonomiya mən sizə öyrətməyincə əl çəkməyəcəm. Narahat olma. Yaxşı. Deyirəm ki, deməli, bu gün bizim məktəbdə, deyirəm ki, dünənlərin, bizim şagirdlərin buraxılış cavabları çıxdı. Deməli, bütün Azərbaycanda 23 mart verənlərin buraxılış cavabı çıxdı. Məntiqi təfəkkürdə hansı düşünmə formasıdır? Bizim uşaqlarınki çıxdı, bizim məktəbinki çıxdı. Demək, bütün Azərbaycandakilərin çıxdı. Xüsusidən ümumiyyətlə induktiv. Sağ ol, induktiv, gözəl. Deyirəm ki, Şövkət müəllimə deyir ki, mən iş yoldaşımın əynində birində paltar görmüşəm, mən də gedib ondan almalıyam. Hansı xətaya yol verirsiniz? Düzəltmə. Sağ ol. Şövkət müəllimə, indi sizdən sağollaşıram. Müəllimə, sual cavabı dinlə. Aprel qrupuna mütləq qoşulmağa çalış. 3-6 saat 4-də, vaxtınız olduqca. Yaxşımı? Dünən qoşula bilmədim, amma əvvəlki dərs
ikinci gün idi mi? Qoşulmuşdum müəllimə. Bəli, yaxşı. Axıra qaldı. Ceyhun Çox müəllimi sağ olun. çağırmışdın. Ceyhun müəllim, gəlin görək. Axşamınız xeyir olsun. Axşamınız xeyir Ceyhun müəllim. Başlayaq mı? Buyurun, Ceyhun buyurun. müəllim diqqətli ol. Siz də fizikadır. Bu fiziklərdən nə edirik? Yaxşı. Bir sual verirəm. Deyirəm ki, müəllim şagirdə, indi bax elə o cərəyanlardan bağlı sual verirəm. Ən sevdiyim dərs idi mən. Ona görə o dərsə biraz çox vaxt ayıracağam o suala. Deyirəm ki, müəllim şagirdlərə bu cərəyanların axınını, yəni öyrətdikdən sonra dərs zamanı uşaq buna aid elə dərs zamanı sual verir. Ki, indi tap görək bu cərəyan tutaq ki, necə olur, nətər olur, o şəkillə falan göstərmək var, onu deyirəm. İndi burada sizcə idrakda hansı mərhələdədir? Müəllim uşağa öyrətdikdən, bax dərs zamanı 45 dəqiqə dərs ayətdir. Demişdim ki, incə məqamları var. Müəllim uşağa düsturumu öyrətdikdən sonra sual verir, Newton qanunu öyrətdikdən sonra bu sual verir və yaxud da bu cərəyanı öyrədəndən sonra uşağa indi sual verir. Uşaq da buna cavab verirsə, deməli idrakda hansı mərhələyə malikdir? Demə bircə. Anlamaq. Düzdür. Deyirəm ki, şagird məsələ çıxır, Joul'un açılışını yazır lövhə. Və bu uşaq hansı bilik növünə malikdir? Joul'un açılışını yazır. Bəli. Hə. Joul'un açılışını yazırsa, bu elə məsələn hazır da Joul'un açılışları hazır vəziyyətdədir. Yenə də bu şeyə gəlir də. Fırlamağa gəlir. Bilik növü istəyirəm. Bilik növü istəyirəm. Anlamaq birisi əslində o Joul'un başqa bir tətbiqlərini eləsə olar. Amma bu Joul'un açılışları məsələn əzbər. Düz deyirsən. Mən narahat olma, düz deyirsən də. Bəli, düz deyirsən. Əzbər, xatırlamaq və faktoloji bilik. Bəli, faktolojidən şeydir, xatırlamaq. Yaxşı, düzdür. Deyirəm ki, indi məsəl üçün Ceyhun şagirdlər tutaq ki, sınaq imtahanına gedir. Şagird sınaq imtahanına gələndən sonra müəllimə o kitabdasını göstərir ki, müəllim bu suallar düşmüşdü. Ceyhun müəllim baxır fizikadan düşən suallara, deyir ki, bu sualları belə görsən kim yazıb? Necə absurd, necə gülməli suallardır. Mən olsam bura belə sual yazardım ki, həm məntiqi, həm rahat, həm düşündürücü sual olardı. Demək siz o sual yazanı nə edirsiniz? İdrakda hansı mərhələdəsiz? Mən olsam desə belə eləyərdim. Aydın. Deməli, biz ona tənqidi yanaşmaq. Sağ ol. Tənqid təfəkkür düzdür. Təfəkkür dedik. Deməli, o tənqidi yanaşma olsa... İdrakda hansıdır? O təhlil Müəllim, yox. Müəllim, demirəm ki, kitabdan fakt. Demirəm, deyirsən ki, bu suala bax, gör necə yazılıb. Bu sualın faktdan danışmırsan. Deyirsən, mən olsam belə yazardım, mən belə eləyərdim. Öz fikir. Əslində, onu dəyərsizləşdirirsən də o testi ki, nə dəyərsiz bir şeydir. Dəyərsizləşdirirsən. Öz bu dəyərləndirmək olar. Bəli, müəllim, dəyərləndirmə var, az deyil, bax, çox deyil. Sən də buna az dəyər verdin də. Tənqid edin. Müəllim, tənqid təfəkkür 80% da dəyərləndirməyə aiddir, düzdür. Deyirəm, Ceyhun müəllim şagirdlərə tutaq ki, nə bilim indi mövzunu keçəndə ki, Newton hansı qanundur, daha tutaq ki, belə səviyyəli qanundur. Uşaqlara bunu debatdan keçir. Demək, siz idrakda hansı mərhələdəsiz yenə? Yenə də dəyərləndirməkdir, debatdır. Sağ ol. Deyirəm ki, sinifdə şagirdlər yaylı rəqqasdan istifadə edərək rəqqasın bir saniyədə etdiyi rəqslərin sayını tapdılar. İdrakda hansı mərhələdir? Sayını tapdılarsa, bu tətbiq mərhələsinə Sağ ol. gəlir. Rəqqasın afərin, düzdür. Əla, mən də fizikadan bayağı bilirəmmiş, yəni. Yadıma düşdü sözlər. Yaxşı. Belə bir sual verirəm onda. Deyirəm ki, indi Ceyhun müəllim, yox, deyirəm ki, düzüm qoşun bir dənə bu sualda. Deyirəm ki, tutaq ki, həqiqətən belə verin bu sualı indi. Deyirəm ki, məsəl üçün, indi sizdə bilmirəm, atom molekul təlimi var yoxsa yox, kimyada var, sizdə bilmirəm. İndi tutaq ki, məsəl üçün, siz uşaqlara atom molekul təliminə bir 20 dənə müddəa verirsiniz uşaqlara. Deyirsən ki, bu müddəa içərisindən atomun təriflərini seç. İdrakda hansı mərhələdir? Bilik növü kimi hansı mərhələdir? Təfəkkür növü kimi hansı mərhələdir? Sualın gözəlliyinə bax. Yəni, onların içindən seç. Atomun tərifləri seç, yəni. Tərifləri seç deyirsə, bu elə hazır təriflərdir. Bu xatırlamaq. Sağ ol. Afərin. Düzdür. Bu faktoloji. Sağ ol. Düzdür. Sonra bir də
hansısa bir sual. Təfəkkür növü dedim mənim. Təfəkkür növü kimi hansı oldu? Təfəkkür kimi məntiqi olar da bu. Bəli. Və müəllim dedim ki, mən sizə qaydalar, müəllim nümunələr verilib. Sən bunu özünkilər seçirsən də, oradan özünkiləri götürdün. Sən məntiqdən bunu eləyirsən də, məntiqi təfəkkür. Ay sağ ol. Əlaca Şükür Ceyhun müəllim, yaxşısınız. Bir dənə də sizə sual verim. İndi deyirəm ki, məsəl üçün bir dənə düzüm qoşum. Xataya aid sual verim də, xatayım biraz zəif bildiz elə bil. Deyirəm ki, Aytəkin müəllimə deyir ki, müəllimlər, yox, qoy həmişə bu sual verirəm, fərqli sual verim. Deyirəm, şagirdlər dərs zamanı görürsən ki, götürtməyi cəhd edirlər. Deyirsən ki, şagirdə neyiniysən götürmək istəyirsən, qadet deyir ki, ay müəllim, siz deyirsiniz ki, mən kötürdən uşağam, mən belə şey eləyərəm, siz deyirsiniz ki, mən pis uşağam, siz deyirsiniz ki, mən qiyməti yanlın alıram. Hansı xataya yol verdim? Boş adam. Ay, sağ ol, boş adam. Yaxşı. Ceyhun müəllim, çox sağ ol sizdə, kifayətdir. Müəllim, yaxşısınız, aktiv olun, müəllim, dinləyici olun, daha yaxşı öyrənəcəyik. Əla. İlk dəfəyə baxmış müəllim, yaxşısınız, taksonomiyanı da yaxşı götürmüsünüz. Demək, maşallah gözümüz dəyməsin. Ötən dərs qoş danışmayanlardan kimi dedim bayaqlarım? Aytəc müəllimə gəlib demişdim. Aytəc müəllimə yoxdur. Kimin adını çəkdim? Gülbəniz xanım. Ötən dərs sual cavab elədim Gülbəniz müəllimə, siz yoxsa yox? Yox. Salam Aytəkin müəllim, axşamınız xeyir müəllimlər. Axşamınız xeyir. Haralardasınız? Şükür. Axır ki sizi boş vaxtınızda tapdıq. Mən 2 dənə o qiymətləndirmədə 2 dərsdə qalbadalda olmamışam buna görə. Neyniyək? İndi sual, mən sizi 5 ayda tanıyıram, 5 ayın, 3 ayın toylarda olmusunuz. İndi Gülbəniz müəllimə neyniyək? Sual cavab eləyək yoxsa yox? Eləyək də. İndi siz bugünkü nəyi eləyirsiniz, onları eləyək. Qiymətləndirməyə daxil olmasaq sonra. Yəni oranı möhkəmlədim sonra. Yaxşı. Müəllimə nə qiymətləndirmə? Siz fevral qrupundansınız, hə? Hə, müəllimə səhv salmışam. Onda müəllimə sabah soruşuram sizdən. Mart qrupundayıq axı. Üzrlü sayın Gülbəniz müəllimə. Elə deyirəm siz Mart qrupundansınız. Səhv salmışam. Sağ olun müəllimə. Sabah soruşacağam sizdən, Allah qoysa. Sonra kim qaldı? Bayaq adlar çəkmişdim. Bir neçə nəfər saymışdım, bura yığmışdım. Kimlər demişdim? Ad yadınızda qalmayıb sizin də. Vüsalə Əhədli demişdim. Vüsalə müəllimə gəl. Axşamınız xeyir. Görək özüm o türklər demiş. Belə iynəliyəm ki, gəlir. Özləri əl qaldırmırlar ki. Salam müəllimə, axşamınız xeyir. Müəllimə, ən son hansı mövzunu soruşmuşam sizdən? Yox. Hə, amma biliyi soruşmuşam da, hə, eləmi? Xeyr, heç biri. Hə, yaxşı, getdik ona, biliydən başlayır. Təfəkkürü soruşmuşam mı? Xeyr. Kompetensiyanı amma mən də soruşmuşam. Kompetensiyanı məncə. Çünki ayrıca elə bir mən sıyırmışdım. Hə, əla, eyb yox. O çox adam olsa elə bir təfəkkür dərsində qalıb. Başlayırıq təfəkkür dərsindən. Sizdə də kimyayda da bildiyim qədərilə. Bəli. Aha. Sizi də sual cavab edib müəllimə izaha başlayacağam ki, çıxası müəllimlərimiz olacaq. Sonra yenidən müəllimlər sual cavaba davam eləyəcəyik. Ona 20 dəqiqə qalmışa qədər. Yaxşı. Belə bir sual verirəm sizə. Deyirəm ki, müəllimə diqqətli ol. Elə sual verəcəm ki, içərisində həm təfəkkür növünü tapacaqsan, həm də ki, bilik növünü, nə bilim, taksonomiyanı tapmağı istəyə bilərəm səndən. Diqqətlə suala qulaq asaq. Deyirəm ki, kimyanı düzüm qoşum. Deməli. Hə, deyirəm ki, Vüsalə müəllimə şagirdlərə tapşırır ki, yerinizdə tutaq ki, müəllim lövhəyə bir 30 dənə turşad yazır. 20 dənə, indi 30-dan çox oldu. 20 dənə turşad yazır. Uşaqlara deyir ki, indi mən tutaq ki, başqa birindən sual cavab eləyəcəm, amma digər şagirdlər öz yerində cədvəl çəkirsiniz. Bu turşuları qüvvətli, zəif, orta qüvvətli öz sırasına qruplaşdırıb yazırsınız. Məntiqi təfəkkürdə hansı düşünmə formasından istifadə edəcək şagirdlər? İdrakdan hansı mərhələdir? Bilik növü kimi hansı mərhələdir? Biliyin növü kimi prosedural bilik. Ay, Vüsalə müəllimə. Lövhəyə turşadlar yazmışam. Yazmışam ki, fosfat, nitrat, sulfat, sulfit. Ay, soğul, alt seçir uşaqlar bir dənə. Qüvvətli, zəif, orta qüvvətli. Bəli, faktoloji bilik, düzdür. İdrakda hansı mərhələdir? İdrak olaraq yadda saxlamaq. Ay, soğul, xatırlama. Bəs hansı təfəkkürün hansı mərhələsidir? Təfəkkürün hansı mərhələsidir? Cədvəl üzərində işləyirlər, cədvəl. Hamı öz yerində eləyir bunu, cədvəldən səssizcə eləyir. Cədvəl, sertiyor, dairə, diaqram. Yəni bunu səssiz edirik də, yerimizdə eləyir, hamı yerində, ürəyində eləyir.
Dediğimi də cavabım. Məntiqi təfəkkürün qeyri-verbal forması. Ay sağ ol. Bəli, qeyri-verbal düzdür. Ay sağ ol, qeyri-verbal. Verbal yazında bax hələ düzdür. Yaxşı. Deyirəm ki, indi müəllim şagirdə tarazlığın düsturunu öyrədir. Şagirdə indi tarazlığın düsturunu öyrədir. Dağılan şagirdə buna aid məsələ verir ki, indi bunu gəl özün yaz. Demək müəllim bu şagirdə idrak taksonomiyasında hansı məhnəni reallaşdırır? Bilik növü kimi hansını formalaşdırır? Prosedural bilik tətbiq etmək. Xeyr, tətbiq eləmək deyil, axı dedik dəyişib, keçən ildən dəyişib. Düz anlamaq. Bəs təfəkkür növü kimi hansı təfəkkür növü oldu? Məntiqi təfəkkür. Məntiqi ayəsə o düzgündür. Riyazi məsələsində həlli hamısı məntiqi aiddir. Məntiqlə eləyirik, düzgündür. Belə bir sual verirəm indi sizə. Deyirəm ki, deməli, qoy bir dənə deyim. Deyirəm ki, şagirdlər tutaq ki, oksidlər dərsini oxuduqdan sonra qərara gəlirlər ki, deməli, məsəl üçün CO2 və CO elə məsəl üçün turş oksididir. Demək burada təfəkkürün hansı düşünmə forması var? Turşula oksidlərin tərifini öyrənəndən sonra deyirlər ki, məsəl üçün tutaq ki, bir metal, bir qeyri-metal varsa budur. Deduktiv. Ayəsə o, deduktiv düşünmə, düzgündür. Yaxşı. Bəs deməli, belə bir sual verirəm. Deyirəm ki, məsələn, müəllim şagirdlərə deyir ki, bu kimya laboratoriyasında müadilərlə işləyən zaman ehtiyatlı olmaq lazımdır. Şagirdin də biri elə həmin an tutaq ki, laboratoriyada işləyirmiş. Qayıdıb deyir ki, müəllim, deyirsiniz ki, indi mən burada xəsarət alacağam. Hansı xətaya yol verdi? Adam. Bəli. Bəs qayıdıb deyirsə ki, ay müəllim, mən ehtiyatlı olmağa çalışıram. O birilər ehtiyatsızdır. Onda hansı xətaya yol verdi? Deyir müəllim, mən ehtiyatlıyam, o birilər ehtiyatlı. Dediyini təkrar edir. Deyirəm, uşaqlar maddə ilə işləyirlər, laboratoriyada işləyirlər. Müəllim uşaqlara qayıdıb deyir ki, uşaqlar ehtiyatlı olun, madələr təhlükəlidir. Uşağın biri də qayıdıb deyir ki, müəllim, mən ehtiyatlıyam, o birilər. Deyir ki, müəllim, mən ehtiyatlıyam, o birilər ehtiyatsızdır. Yəni bəhanə gətirir də, özünü çıxartdı sudan, amma o çox mənalı danışmaq. Bəli, çox mənalı danışmaq düzgündür. Deyirəm ki, bir dənə də sizə sual verim. Taksonomiyaya aid. Deməli, baxın bu sualımıza. Deyirəm ki, müəllim şagirdlərə bir problemli situasiya qoyur və şagirdlərə bu problemin müxtəlif həll yollarını tapmaqlarını istəyir. Demək, müəllim şagirdlərdən idrakda hansı mərhələni formalaşdırır? Müxtəlif həll yollar təhlil etmək. Müəllimə müxtəlif həll yollar tapmaq problemdir. Və hərə buna bir həll yolunu tapmalıdır. Həll yolu yaratmalıdırlar da, olmayan bir şey. Yaratmaq, bəli müəllimə, yaratmaq. Deyirəm ki, şagirdlər kolbə və qıfdan istifadə edərək, məsəl üçün, qum və suyu süzdülər. İdrakda hansı mərhələdir? Tətbiq. Ay, sağ ol. Deyirəm ki, indi, məsəl üçün, şagirdlər atom molekul təlimini, deyirəm, indi Şəməf müəllim də, yəni Vüsalə müəllimə atom molekul təlimi müddəalarını oxuduqdan sonra həmin müddəalara öz fikirlərindən münasibət bildirdi ki, məncə başqa cür də ola bilərdi. Ay, sağ ol. Dəyərləndirmək düzgündür. Yaxşı, deyirəm, biraz bir müəllimə qoşulmusunuz. Bu müəllim sizə PDF göndərib. Siz müəllimin PDF-lərini gedib başqa bir iş yoldaşınıza göndərirsən ki, qrup yoldaşına göndərirsən ki, bu müəllimin yazdığı PDF-ə bax. Səncə bu belə savadlı müəllimin yazdığıdır. Gör, burada necə cümlələr yazıb. Anlamaq. Müəllimə yox. Sən onun yazdığını oxumusan hər tərəfli. Onun yazdığından faktla danışırsan ki, gör burada necə cümlələr yazıb. Onun fikrini bilir, onun fikrini deyirsən. Yox deyirsən ki, bizim müəllim dərs zamanı mənə dedi ki, filan şey bilir, tutaq ki, təhlil, bəli. Və yaxud da deyirsən ki, məsəl üçün bizim müəllim bizə dedi ki, dərs zamanı imtahanda filan sual düşəcək. O elə belə demişdi. Eyni müəllim deyən deyirsən də, öz fikrin yoxdur. Faktın onun dediyini, onun yazdığını deyirsən. Təhlil eləməyə aiddir Vüsalə müəllimə. Biliyi verdim, idraki verdim, təfəkkürdən verdim. Deməli, ilahə deyirəm. Vüsalə müəllimə çox sağ ol. Demişdim ki, hələ 6 dəqiqə vaxt ayıracağam, elə vaxtımız tamamdır. İndi müəllimlər, yaxşıdır. Mən yeni dərsi izah eləyirəm. Yeni dərsdə müəllimlər, bax, bu dərs qədər vacibdir. İkisi bir-birinə bağlıdır. Psixomotorda, emosionalda. İndi mən diqqətlə dinləyin. Oradasa bir 20 dəqiqə bitirəcəm. Asan tonsuz da bunlar. Mən yeni dərsin izahını verim. Daha öncə başlayaq kimlər qalmışsa, onlardan sual cavab eləməyə. Deməli, Zəminə müəllimədən, Gülər müəllimədən və yaxud da yəni kim qalıbsa, marş qrupundan sual cavab eləyərik qalan müəllimlərimizdən. İndi mərhələsi. 5 mərhələsi var. İmitasiya, manipulyasiya, dəqiqlik,
artikulyasiya və təbiiləşmə. Mən bunun adına imdad deyirəm həmişə. Bilirsiniz ki, ardıcılığın mütləq odur. Yəni odur, ardıcılığını öyrənməliyik. İmdad. Müəllimlər, imitasiya bizdə budur ki, imitasiya. Diqqətli olun. Məsəl üçün, hər hansı həmişə mən bunu elə qanunlara aid deyirəm və yaxud da kişilərə də aid deyəcəm. Məsəl üçün müəllimlər, həmişə tutaq ki, bir şey bişirmək istəyirik, hazırlamaq istəyirik, amma qaydasını bilmirik. Mən həmin bu şeyi şəxsən mənə aiddir də, gözümlə görməsəm əsla eləyə bilmərəm. Və yaxud da ki, gözlə görmək o demək deyil ki, gəlib kimsə evdə mən onu hazırlasın. Video var internetdə, düzdürmü? Mən açıram YouTube-u, eyni saxlaya, birə-bir baxıram, onun kimi eləyirəm. Ola bilər ki, baxandan sonra elə, ola bilirsən ki, istəyirsə baxdıqca elə, yəni gördükdən sonra eləmək müəllimlər. İmitasiyaya aiddir. İmitasiya nə olur? İzləmək. Bu söz aid. İzləmək. Yəni gördükdən sonra bir şey eləmək. İzlədikdən sonra bir şey eləmək. İmitasiya eləmək nə oldu? Gördükdən sonra, izlədikdən sonra. Yəni burada bir vizuallıq var. Vizuallıq var ki, görməlisən. Müəllimlər, nə oldu bu? İmitasiya. Məsəl üçün, müəllim dərsin tutaq ki, deyirsən ki, ana, məsələn, indi yeməyin pişirmə göz taxdıqdan sonra onu hazırladı. Demək, bu ana hansı mərhələdədir? İmitasiya. Və yaxud da kiməsə bir maşın xarab olur. Məsələn, bizim evdə kondisioner xarab olur, paltar yaşın xarab olur, tostanın xarab olur, telefonumuz xarab olur. Bilmirik yaxın eləyək, necə düzəldək? Açıram, YouTube açıram, orada hansı bir ustanın, hər şeydə var maşallah. Nəyi düzəltmək lazımdırsa yollar. Amma yaxud da televizor almışıq, amma pultunu işlədə bilmirik. Baxarsan ki, orada hansı pultunu necə istifadə edirlər, videosuna baxırsan, videosuna. Yaxud da telefon nəsə olub, o incə düzəldir, ona deyir, böyle basılı tut, falan şeyin təmizdə, hər şey deyir də videoda sənə. Videoya baxa bilməlisən. Nə deməlidirlər bizdə bu? İmitasiya. Gördükdən sonra. Bir də var ki, artıq biz bunun videosuna baxmırıq. Artıq videoya baxmağa ehtiyac duymuruq. Neyinirik artıq? Artıq biz onun yazılı formada görəndə bilirik. Yazılı. Və yaxud da neyinki yazılı? Şifahi təlimatdan. Bir var ki, videoya baxaq eləyək. O da imitasiya. Bir də var ki, alan səs göndərir. Bunlar şey belə elə qatışdırır. Bunu olmadı ki, olacaq. Səsli təlimat, səsli. Və yaxud da yenə baxırsan reseptdə ki, orada yazıbdır. Pesox, yağ, duz, nəsə də yazılı bir şey, resept. Yazılıya baxırsan, yazıya. Reseptdə, şifahi təlimat. Və yaxud uşağa oyuncaq alırsan, Lego alırsan. Ay Allah, bu oyuncaq qurlaşdıracaq, beyin yandıran bir şeydir. Uşağı alıb özü oynamış biri kimi deyirəm. Saatlardan vaxt gedir. O Lego'nun içərisindən kağız çıxır ki, bunu belə düzəlt. O ardıcılığı görməsən, onu eləmək mümkün deyil. Bir var ki, gir, QR kodu oxud, videoya baxa-baxa elə. O da imitasiya. Bir də var ki, elə şəkilə baxa-baxa, şəkilə baxa-baxa məndə eləmək. Şəkil, video yoxdur, tərpən yoxdur da, şəkilə baxıb eləmək. Reseptə baxıb eləmək. Təlimat. Səhər şifası üçün, ata deyir ki, filan şeyə, qruplar quraşdırır olacaq. Təlimat. Nə deyənlər bizdə manipulyasiyaya aiddir. Təlimat, göstəriş. Məsəl üçün, belə bir şey deyirəm sizdə. Bir var ki, məsəl üçün, o günlərdə mən bu günlərdə dedim bu sözü. Bir butik axtarıram neftçilərdə. Ayla, ben buraya necə gedim, tapa bilmirəm. Açdım axırda o Instagram səhifəsini. Orada qız göstərir ki, neftçilərdən çıx, belə get. Videoya baxdım, o cür getdim. Nə oldu? İmitasiya. Bir də var ki, sonra tapmadım yenə. Zəng elədim. Mən necə gələ bilərəm sizin mağazına? Dedi, gəl filan şeyin yanından sağa dön. Sözdən. Videoya baxanda olmuşdum imitasiya, amma indi mən sözdən yol deyir. O da manipulyasiya. Və yaxud da şəxsi maşınımla gedirəm. Allah, mən buraya necə gedim? Orada yazdım Waze proqramına. Maşının özü xəritə ilə getdi. Şəklə baxıb getdim. Nə xəritə üzərindən getdim? Xəritə üzərindən getmək, xəritəyə baxıb eləmək, xəritə ilə çatmaq, xəritə yoxdur. Orada o tural qışqırır. Qarşıda radar var. Falan yerdən sağa dön. 100 metrdən sonra nə bilim dairəvi yoldan falan şey elə. Yəni neyir? Sən şifahi təlimat verir də. Ha orada ekrana bax. Məsələn ekrana baxanda fikrım yayınır yolda. Baxa bilmirəm tutaq ki də. Neynirəm? Səsli qulaq asıram ki, ekrana baxmayım. Birdən maşından nəsə vurub gəlirəm. Düzdürmü? Ekrana baxmıram. Səsli dinləyirəm ki, qoy səsdən qulaq asım. Oldu. Hər ikisi. Ekrana baxın. Videoya baxmırıq, yolun videosuna baxmırıq. Xəritəyə baxırıq. İndi yəqin bilirsiniz də, o proqramla gedəndə ancaq yoldakı nişanlar göstərir. Yolu göstərir adicə ancaq. Video deyil ki, yolun təlimatı da, xəritədən, şəkildən təlimatdır və salam. Yəni nə oldu bu? Manipulyasiya. Bir də ki, biz artıq nə videoya baxırıq, nə kimisə göstərişindən gedirik, nə şəklə baxırıq. Yadımızda qalan kimi, beynimizdə qalan kimi gedirik həmin yoldan. Bu nə olur? Artıq dəqiq iç. Və yaxud da həmin yolu mən bir 10 dəfə gedib gəlirəm ki, mən bunu öyrəşim. Müəllimlər, öyrəndikdən sonra məşq eləyir, dəfələrlə cəhd eləyir, öz üzərində işləyir ki, mən bunu eləyim. Bu nə oldu bizdə? Dəqiqlik.
Yəni dəqiq bax, mükəmməllik demək deyil məndə, dəqiqlik. Məsəl üçün, həmişə mən sizə bu cür bunu deyirəm. İndi bura təlimçilik kursu deyil ki, sadəcə biz kurikulumu öyrənməyə gəlmişik. Bir var ki, siz bu kurikulumu təlimçi kimi bilin, o başqa bir şeydir. Bir də var ki, öz üzərində işləyirsiniz, davamlı test eləyirsən. Yaxşı olmağa, daima öz-özə dərs danışırsan. Niyə? Dəqiq olmaq üçün ki, mən bunu dəqiq bilim. Bu da kim təlimçiliyə hazırlaşır ki? Heç kəs. Hamı ya miqə ya sertifikasiya hazırlaşır da. Kimin bu da niyyəti var ki, qoy mən bunu gedim mən də bu dərs keçim. Düz deyə olan varsa lap yaxşı. Ruzunu Allah verir. Ola bilər. İndi mən söz gəlişi deyirəm. Yəni burada hamımız istəyirik ki, sadəcə bunu dəqiq bilək. Dəqiqliklə yaxşı öyrənəm. Mükəmməl yox ha. Yəni demirik ki, mən bunu o səviyyədə öyrəndim ki, gedim mən təlimçilik edim. Deyirik ki, qoy mən bunu yaxşı bilim. Ən azı 10 son 9-u yazın. Dəqiq olun. Dəqiqlik yəni öyrəndikdən sonra və yaxud da dəqiqlik dəfələrlə cəhd edirsiniz, tez-tez oxuyub işləyirsiniz, 10 dəfə qayıdıb oxuyursan, yəni edirsən, məşq edirsən ki, bunu yaxşı bilim. Dəqiqliyə aiddir. Müəllimlər, sonra var bizim burada artikulyasiyamız. Bir də sizə bir şey deyəcəm. Müəllimlər, bu mərhələdə mən demişdim sizə idrakdakı ən böyük götürürük. Müəllimlər, bu mərhələdə həm ən böyük götürmək var. Yəni baxırsan ki, cümlənin içərisində həm dəqiqlik var, həm imitasiya var. Cavab kimi nəyi götürüb? Deyirik ki, həm dəqiqliyi götür. Müəllimlər, yəni ən böyük götür deyirik, düzdürmü? Amma müəllimlər, bu taksonomiyanın içərisində biraz fərq var. Bu taksonomiyada cümlənin mənasına baxmaq lazımdır. Mənasına. Yəni cümlənin içərisinə girmək lazımdır. Artıq burada böyük balaca söhbəti yoxdur. Bunu sizə deyirəm ki, bu sizin yadınızda qalsın. İndi keçirəm artikulyasiyaya. Müəllimlər, art sözü ingilis sözüdür. İngilis deməkdir. Yəni bir şeyi yaratıq. Müəllimlər, yaratmağa aid olan hər şey artikulyasiyaya aiddir. Amma kiminsə köməyi ilə yaratdığımız yox. Kiminsə məsələn belə bir sual çür. Deyir ki, anasının təlimatı ilə otaq ki, çərçivə düzəltdi. Deyirlər ki, ay müəllim, çərçivə düzəldib, yaratmağa aid artikulyasiya olacaq. Müəllim, ən böyük artikulyasiyadır. Baxın, diqqətli olun. Deyirik ki, anasının təlimatından çərçivə düzəltdi. Anasının təlimatından, nə bilim, tutaq ki, anasının göstərişindən, təlimatından, anasından köməklik, atasından köməklik, nə bilim, yəni atasının əlinə baxıb çərçivə düzəltdi, şəkil çəkdi, nə bilim, portret çəkdi. Deyirsən ki, ay müəllim, bax imitasiya, bu da manipulyasiya da var, kömək edən də var, dəqiqlik də var, artikulyasiya da var. Müəllim demişdi ki, ən böyüyün götürürük, artikulyasiya. Müəllimlər, burada artıq o yoxdur. Burada cümlənin içərisinə girirsən. Yaratmaq bu deməkdir ki, bunu özün hazırlayı, özün. Müəllimlər, yine gəlmişkən bu mərhələyə aid olan testləri Time özünün 2023-cü ilin testi var. Orada en qədər səhvi var. Özlərin belə səhvə yol verdiydi. 2022-də bir şey götürmüşlər. Eyni testi. 23-də başqa bir şey götürmüşlər. Yəni saçmayın. Mən sizə indi həmişə özüm davranışlarım bilir. Mən taksonomiya testi verəndə 2023-cü time testini işlədirəm. 2022-ci ilin testini işlədirəm ki, onların sualları çoxdur. Əvvəl 180-nin də bunun testi var idi. İndi 60-ını eləyiblər. Ona görə mən güvən testləri işlədirəm həmişə. Bir də indi sizə öz sınavlarımı verəcəm. Demək müəllimlər, dedik ki, şagird anasının göstərişindən, anasının köməkliyindən çərçivə düzəltdi. Deyə bilərik ki, bu uşaq bunu yaradıbdı. Yaratmaq bu deməkdir ki, özü qursun, bunu özü eləsin, özü olmayan bir şey eləsin. Axı bu uşaq bunu özü eləməyib. Mən nə qədər emosiyaya qapılıram. Tam mimika ilə danışdım nəsə. Yəni müəllimlər, bu uşaq bunu özü yaratmayıb. Bu uşaq bunu özü yaratmayıb. Buna kömək edən vasitə var. Deməli bu yaradıcılıq deyil. Bir də var deyə ki, şagirdlər əl işi düzəltdilər, şagird çərçivə düzəltdi, şagird portret düzəltdi. Okey, bu yaratmaqdır, özü eləyib də, özü köməksiz. Bu yaratmağa aid, artikulyasiyaya aiddir. Bir də var ki, şagird anasının göstərişindən bunu hazırlayıb. Yenə də düşünə bilərsiniz ki, ay müəllim, burada yaradıcılıq var, axı düzəltmək var. Böyük götürülür. Müəllimlər, bu taksonomiyada o qüvvədən düşür. Ayıb olsun, get içəri. Müəllimlər, bu taksonomiyada isə o qüvvədən düşür. Burada bizdə cümlənin içində baxırıq. Bu uşaqda yaratmaq yoxdur. Yaratmaq olsa özü qurardı da, amma buna kömək eləyib kimsə. Deməli, bu buna manipulyasiya ilə edib bunu. Kömək eləyən vasitə var müəllimlər. Yəni, o uşaq burada yaradıcılıq deyil. Və yaxud da dəfələrlə cəhd etdikdən sonra bir şeyi düzəltdi. Müəllimlər, indi suallara baxacağıq. Elə bir nüans var, baxın, diqqətli olun. Dəfələrlə cəhd etdikdən sonra bir dəfə səhv eləyib, bir dəfə düz eləyib, bir dəfə alınıb, bir dəfə alınmayıb, əsl bir şeyi düzəltdi. Müəllimlər, burada onsuz da ən mükəmməl bir şey. Tesla belə deyir, nəyisə bir şeyi, bu işığı kəşf edincə nə qədər yanılıb. Amma artıq, baxın, kömək yoxdur ha. Amma bir şeyi dəfələrlə məşq edin, sonra yaratmaq, bəli. Artıq ən axırda bunu yaradıb da, yenə öz eləyir bunu. Əsas odur ki, yaradıb.
dəfələrlə məşğul etsə belə yaratdı. Demək yenə mənlər artikulyasiya mərhələsindədir. Düzdür, burası biraz saçdırıcı sualdır. Burasını hər il başqa bir şey götürürlər, hər il biraz adamın beynini qarışdırırlar. Amma mənlər bu cür anlayaq ki, kömək varsa, ya bir əşya etməkdə kömək varsa manipulyasiyadır, amma köməksiz. Dəfələrlə cəhd edildikdən sonra belə eləyirsə, yenə artikulyasiya olduğunu düşünmək olar. İndi baxacağıq. Bir də mənlər nə oldu artikulyasiya düzəltmək. Sonra sizə bir şey deməliyəm. Mənlər artikulyasiya deyəndə kompüterdə görülən bütün işlər bura aiddir. Yəni slayd düzəltmək, təqdimat hazırlamaq, təlimat hazırlamaq mənlər artikulyasiyaya aiddir. Çünki kompüterdə bir iş düzəndə ardıcıllıqla eləyirsən. Yaradırsan orada onu. Nə olsun ki, olmayan bir şey deyirik. Amma yenə də yaratmağa aid olandır. Yəni yaratmaq sayılır. Kompüterdə görülən slaydlar, postlər hamısı artikulyasiyaya aiddir. Sonra bu oldu bunun ikincisi. Ən qəliz mənlər budur burada. Başqa qəliz bir nüans yoxdur. Bir də şagird mənlər bir neçə işi bir anda görmək. Ardıcıllıqla bir şeyi eləmək artikulyasiyaya aiddir. Məsəl üçün, Aytəkin müəllimənin günləri olur ki, burada sual-cavab eləyirəm. Ən çox birinci ilmə aiddir. Bu da sual-cavab eləyirəm. Orada ayağımda uşaq yelləyirəm. Telefon burada qalıb da dəstgahın üzərində. Oradan da bir uşağa yemək yedizdirirəm. Təsəvvür eləyin. 3 şeylə də görürəm. Heç kimin xəbəri yoxdur. Şükür ki, bitirdi o günlər. Nəysə. Yəni ilk ilimdə 4 il eləydim. Neynirəm? Burada uşaq ayağımda yelləyirəm. Bu mənim gördüyüm bir iş. Burada o birisində ağzına qaşıqdan yemək yedizdirirəm. Bu olur ikinci işim. Burada da diləmişəm səsimi mikrofona, o dəzgahın üzərində dərs soruşuram sual-cavabdan şifahi ilə. 3 işi bir anda gördüm. Mən neynirəm? Artikulyasiya mərhələsindəyəm. Və yaxud da deyir basketbolcular həm qaçır, həm hoppanır, həm topu səbətə atır, həm də əyilir. Bir neçə işi bir anda gördü. Yadınızda qalsın. Fiziki tərbiyə fənninə aid olan həmin o idmançıların gördüyü işlər müəllimlər çox vaxt hallarda artikulyasiyaya aid olur. Çünki bir neçə işi bir anda gördü. Artikulyasiya oldu yaratmaq, slayd düzəltmək, amma köməksiz yaratmaq. Bir də bir neçə işi bir anda görmək fənnidir. Oldu artikulyasiya. Bir də var tərbiyələşmə. Tərbiyələşmə isə mükəmməl olmaq deməkdir. Məsəl üçün, mükəmməl kimdir? İndi mən yaxşı bu kurikulum üzərində dedim. Bir var ki, sən testləri səhvsiz işləyirsən, sözdən dəqiqsən. Bir də var ki, artıq sən əsl təlimçi kimi həm PDF yazırsan, həm sual hazırlayırsan, həm özün test hazırlayırsan, həm o testləri şifahi verirsən, həm də özündən əminsən ki, məndə səhv ola bilməz. Bax, mükəmməlləşdirlik budur. Tərbiyələşmə. Bəzən yazırlar. Yeni qoşulan bir müəllim var, bilmirəm kimdir. Dünən göndərib, o da kim müəllimidir, Vüqar müəllimin qrupundandır, məncə o xanım. Yazıb ki, bu suala deyir, cavabı səhv qoymusunuz. O qədər qəribə oldum ki, necə yəni, dünən sən qoşulmuş müdavimisi, deyirsən, düzdür, səhvsiz insan yoxdur. Şifahi sual verəndə o qədər olur ki, bəzən çaşırıq, düzəldirik, səhvsiz insan yoxdur. Amma indiyə qədər sizin qrupada, Mart qrupunda, April qrupunda atdığım bütün testlərin üzərində dəfələrlə işlənib, dəfələrlə yoxlanılıb. Yəni, ən azından nəzəriyyələr dərsinə qədər səhv olma ehtimalı yoxdur. Hər hansısa bir atdığım testdə səhv olma ehtimalı qətiyyən yoxdur. Çünki dəfələrlə yoxlamışam, dəfələrlə işlənilib. Yəni demirəm, özümdən qürrələnmirəm. O heç kim aşağı baxmıram. Amma o qədər qəribə oldum ki, xanımın yazdığına ki, bunu səhv eləmişəm. Özü siz yox, bunu səhv eləmisən. Yəni necə yəni mən bunu səhv eləmişəm? Amma halbuki təhsil təsəvvürlərin ilk təhsil formasını ayıra bilmirdi təhsil alma formasından. Bu xanım mən deyir ki, səhv eləmisən. Yəni müəllimlər, deyəcəyim budur ki, bir var ki, sən testi səhvsiz işlə, taimi testi səhvsiz işlə, okeydə yaxşısan, dəqiq müəllimsən. Bir də var ki, artıq sən həm test hazırla, həm mükəmməl olmaq başqa bir şeydir, tərbiyələşmə. Artıq 4 il boyunca içinsə, sən buna mükəmməlləşmisən. Tərbiyələşmə vaxt budur. Və yaxud da bir var ki, şagird nəsə bir şeyi dəfələrlə məşq edib düzəldir, öz üzərində işləyib düzəldir. Yəni nə bilim də dəqiqdir. Bir də var ki, artıq bunu əsl tutaq ki, nə bilim rəssam kimi edib çəkir. Mükəmməldir. Yaxud demək pişirməyə aid. Bir var ki, videoya baxdın imitasiya, təlimata baxdın manipulyasiya, göstəriş yəni öz üzərində işləyib elədin oldu dəqiqlik, ardıcıl elədin oldu artikulyasiya. Bir də var ki, artıq sən bu tortu əsl aşbaz kimi, artıq sən bunu satışa başlaya bilərsən, mükəmməl bir yəni sənət kimi qura bilərsən də özünə. Sənət nə deməkdir? Atırsan bir Instagram səhifəsi, belə sən o işin mükəmməl də, səliqəli, səhvsiz olmalı ki, sən də buna nöqsan tapmasan, nöqsansız. Bax, bu da mənimlə tərbiyələşmə, mükəmməl. Hamıdan fərqli. Deyir şagird hər yazını, həm deyir səliqəli yazır, həm tez yazır. Yəni əli buna da vərdiş edib. Tərbiyələşmə vərdiş etmək deməkdir. Mükəmməliyyətçilik deməkdir. Hamıdan fərqli olmaq deməkdir müəllimlər. Bu da oldu bizim nəyimiz? Tərbiyələşməmiz. Bu oldu bizim motorumuz. İmitasiya. Bir dənə qısa özət keçək sizdən.
Manipulyasiya nə oldu? Baxıb eləyirsən videoya. Videoya görmək, izləmək var. Manipulyasiya nə oldu? Təlimat, göstəriş, şəkil üzərində, yolda gedinən xəritəyə baxıb gedirsən. Şifahi təlimat zəng edib deyirlər yolu. Listə göndərirlər. Uşağa Lego qurmusan, ardıcılıqla qurmalısan bunu ki, Lego bir-birinin dalınca geçsin. Baxın, məndə Lego qurmaq deməyin, artikulyasiyadır. Lego artıq onsuz olan bir figurdur. Figuru sən qurmursan Legoda. Əgər desəydin ki, özü Lego yaradıbdır, olur artikulyasiya. Amma bu olan bir şeydir, sən bunu bir də qruplaşdırmalısın da bir Legonu. Vəsiyo. O da orada ardıcılığını verir ki, belə qruplaşdır. Yəni qarışdırmayın ki, ay müəllim Legonu ardıcılıqla qurmaq niyə artikulyasiya olmur? Legonu uşaq özü qurcasaydı artikulyasiya olurdu. Yəni Lego düzəltmək elə bir şey deyil axı. Manipulyasiya. Dəqiqlik nə oldu bizdə? Dəqiqlik öyrəndikdən sonra dəfələrlə cəhd eləyir, sərbəst eləyir, məşq eləyir, öz üzərində işləyir. Dəqiqlik. Artikulyasiya 1. Slayd düzəltmək, 2. Bir neçə işi bir anda görmək, 3-cü isə köməksiz bir şey yaratmaq. Sonra nə oldu bizdə? Təbirləşmə. Təbirləşmə isə artıq mənlər mükəmməliyyətsizlik deməkdir. Bax, bu bizim sizdən psixomotor taksonomiyamızdır. İndi mən bir dənə sizə emosionalı keçirəm mənlər. Bir-birinə bağlıdır. Psixomotorla emosionalı bir yerdə keçirməyimiz lazımdır ki, bir də var bizim emosional taksonomiyamız. Emosionalın isə adı mənlər affektivdir. Gedir adı elmi dildə affektiv taksonomiya. Mənlər emosional taksonomiya insanın birbaşa psixologiyasından, ruh sağlığına bağlıdır. İndi başlayaq. Mənlər emosionalda, yəni birinci mərhələmiz gəlir qəbul etmə. Nədir qəbul etmə? 9-a qədər bitirəcəm mənlər, narahat olmayın. Yəni gəç çıxmasın. Mənlər qəbul etmə budur ki, bax indi mən sizə dərs deyirəm, düzdürmü? İndi burada hamı özü görəcək. İndi burada kimsə biri toydadır, biri qonaqlıqdadır, biri ailə üzvlərində, hamı oturub orada məni dinləyir. Biri yol gedir, maşındadır. Kursdadır. Biri var ki, o yemək yeyir, evdə hamı var. Yəni o nə edir? Mən dediyimi qəbul etməyə çalışır. Qəbul etmə budur ki, müəllimi dinləmək. Qəbul etmə budur ki, yazın hətta burasını. Dərsin izah mərhələsi. Nə oldu qəbul etmə? Dərsin izah mərhələsi. Yəni müəllim burada elə dərsi izah eləyir. Siz də bunu nə etməlisiniz? Siz də bunu dinləyirsiniz elə ki məni. Dinləmək, qəbul etmək, qeyd aparmaq, fikrini fokuslamaq, qulaq mənlər qəbul etməyə aiddir. Yəni siz mən deyəni qəbul elə başınızda bilmək istəyir. Görsən bu nə deyir? Mən bayaq dərs keçdim də sizə. Dedim ki, imitasiya, manipulyasiya, hamınızdan maşallah 44 nəfər var. Məndən dinləyirsiniz. Səbirdən mən qulaq asırsınız. Mən də pek bilmirəm. Mənlər qəbul etmə mərhələsindəsiniz. Qəbul etmə. Bir də ki, artıq mən dərsi daha bitirdim bayaq kimi. Sual cavab eləyirəm sizə. Etmək üçün baxın, həvəsli olmaq, istəkli olmaq, diqqətli olmaq, mən deyənləri izləmək, mən deyənləri qeydə almaq, istifadə eləmək, mən deyənləri bir seçirsən ki, mən dediysə, seçib yazanlarımız var da, seçirsən, dinləyirsən, hazırsan, diqqətlisən, mən deyəni qəbul eləyirsən, mən deyən sözlərdən istifadə eləyirsən, bunu qəbul etmə. Mənlər ki, deyir ki, şagirdin diqqətini cəlb eləmək, istiqamətləndirmək, prosesdə saxlamaqda. Şagirdin diqqətini cəlb eləmək. Mən deyirəm ki, uşaqlar bir maraqlı bir söz deyirəm. Elə mən dərs sahına başlayacağam. İstəyirəm ki, hamının fikri məndə olsun. Ona görə deyirik ki, motivasiya mərhələmiz, cəlb etmə mərhələmiz qəbul etməyə aiddir. Uşaqların mən qəbul etməsini istəyirəm mən deyənlərə. İkinci müəllimlər var bizim burada cavab verməmiz. Cavab vermək isə şagirdlərin dərs müddətində aktiv iştirakını, reaksiyasını nəzərdə tutur. Yəni, baxın, cavab verdə biz nə edirik sizdən? Siz mənə sualıma cavab verirsiniz. Müzakirə edirik. Biz sizdən bir şeyi həll edirik. Reaksiya verirsiniz ki, bayaq Xansım müəllim yerindən cavab verdi, reaksiya verdi. Performans göstərsən, maşallah, bugünkü müəllimlərimiz demək olar ki, 95% ilk dəfə keçsən belə müzakirə yaxşı müəllimsədir. Deməli, cavab verdi mən yaxşı. Aktiv sözü varsa cavab verməyə aiddir müəllimlər. Bir də sizə bir şey deyəcəm. Deyir ki, müəllimlər, sual vermək həmişə, yazın, sual vermək hər zaman, bu da yoxdur. Sual vermək hər zaman cavab almaq üçündür. Cavab verməyə aiddir sual vermək. Bir də nüans var. Şagirdin diqqətini cəlb eləmək üçün sual vermək. Yəni, mən dərs danışıram. Görürəm ki, orada uşağın biri pəncərədən çölə baxır, yanındakı ilə danışır. O uşağa deyirəm ki, bəli, mən soruşacağam. O uşağa qayıdıb deyirəm ki, mən axırıncı sözüm nə oldu? Deyirəm filan şey nə oldu? Sırf uşağın fikri dərsdə olsun deyə qayıdıb uşağa sual verirəm.
Baxın, həmişə sual vermək cavab almaq üçündür. Bir də var elə mən dərs izah edən yerdəyəm, uşağın yönəlmə fikri başqa yerdədir. Uşağın fikrini cəlb etmək üçün ona sual verirəm ki, filan şey nə oldu? Və yaxud da məsəl üçün mən tutaq ki, Salə müəllimə sual cavab eləyirəm. Orada görürəm ki, Könül müəllimə səsi açıq qalıbdı. Bu da evdə cəmaatdan deyib gülür. Çağırıram ki, Könül müəllimə, filan sualın cavabı nə oldu? Məqsədim ona suala cavab eləmək deyil ha. Məqsədim ona o deməkdir ki, müəllim dərsə qulaq as. Dərsə qayıt, müəllim, dərsə fikir ver. Yəni şagirdin diqqətini cəlb eləmək üçün sual vermək müəllimə cavab vermək, qəbul etməyə aiddir. Şagirdin diqqətini cəlb eləmək üçün sual vermək qəbul etməyə aiddir. Qalan bütün hallarda biz şagirdə sual veririk ki, cavab alaq. Və yaxud da mən sizə sual verirəm ki, cavab alaq. Bu oldu müəllimə cavab vermə. Dərs silahı qəbul etmə, sual-cavab yeri oldu cavab vermə. Ev tapşırığını yazıb müəllimə gətirir, müəllimə cavab verir. Nə bilim, layihə işini müəllimə təqdim edir. Yəni mənim budur. Yəni müəllim uşağa bunu demir, uşaq buna cavab verir. İndi sizə bir-iki nüans deyəcəm. Məsəl üçün bu time testində də var. Deyir ki, müəllim evə tapşırıq verən zaman uşaqlara deyir ki, uşaqlar, ev tapşırığını yerin götürün. Amma Həsən adlı uşaq var, evə gedən kimi dostuna deyir ki, filan dərsin yeri nə idi? Demək bu uşaq müəllim dərsin yerini deyəndə müəllimin dediyini qəbul etməyib. Qəbul etməyib ki, dostundan soruşur. Aydındır müəllimlər. Yəni bu kimi nüanslar var. Üçüncü var bizim dəyərləndirməmiz. Eləmədilər. Bu dəyərləndirmə bizim idrakda olan dəyərləndirməyə aiddir. Biz kimə kömək edirik? Dəyər verdiyimizə. Məsəl üçün, müəllimlər var ki, Aytəkin müəllimə PDF-ni gedir, öz qrup yoldaşlarına atır, öz iş yoldaşlarına atır, kimsə istəyirsə ona göndərir. Hələ satanlar da var. O qədər işlə gəlib ki, başımıza. Yəni, neyir? Satanları demirəm, onlar heç, onlar haqqıma girir. Amma başqa birində canı yanıb, öz iş yoldaşına PDF-mi göndərirsə, düz deyə olmaz. Amma mən demirəm, başqaları kimi halallıq vermirəm, nəysə. Yəni, göndərirsə, demək o dostuna o dəyər verir də. Kömək edir. Məsəl üçün, özünün deyir kitabını dostuna verir. Öz bilmədiyini dostuna öyrədir. Neyir? Dəyər verir. Biz hansısa bir dəstəyi, müəllim bizə verdiyi bir şeyə kimə verərik? Dəyər verdiyimizə. Dəyər vermədiyimiz insana test göndərərik. Dəyər vermədiyimiz insana PDF göndərərik. Ona demək dəyər veririk. Dəyər vermədiyimiz insana dərsimi izah edirik, eləmərik. Kiməsə biz kömək edirik, dərs izah edirik, PDF verirsə müəllimlər. Nə deyir? Dəyərləndirməyə aiddir. Və yaxud da bayaq dediyimiz kimi, dostuma yaxud verdim bu sualı, Murad müəllimə vermişdim. Dostu deyirəm, dərs oxumur deyə bunu mühakimə edir ki, niyə oxumursan? O dostuna dəyər verməsə, ona adi o biri qızlar falan kimi də, yəni dəyərsiz olsa, heç bunu türklər demişlər, umrunda olmaz. Bizim necə o mənasını bilmirəm. Umrunda olmaz ki, bu dost oxuyur, yoxsa yox. Amma bu dostuna dəyər verir ki, oxu daha qəbul olmalısan bu il. Mühakimə edir, müdafiə, ona hörmət edir. Yəni ondan düşünür, başqalarını düşünür. Mən bilirlər ha dərsdəyəm. Yəni dəyərləndirməyə aiddir. Başqalarını düşünmək, kömək eləmək, baş cümləndə başqaları varsa, ümumiyyətlə dəyərləndirməyə aiddir. İndi müəllimlər, ikisini də sizə ən çətin izah edəcəm. Hansı ki, sertifikasiya bu 3 nüans düşə bilərdi. Amma miqə düşsə, sual düşəcək təşkil etmədən, yəni düşəcək xarakterizə etmədən. Çünki müəllimlər ikisi qarşılanan nüanslardır. Yəni onlar əsaslı da başdakılar. Müəllimlər, təşkil etmə budur ki, bunu bax, psixomotorda ən çətin artikulyasiya da, bu da müəllimlər ən çətin təşkil etmədir. İndi mən diqqətli olun. Metakoqnitiv yazın bunu biliyə aid olanlar. Cümləmizdə əgər metakoqnitiv biliyi varsa, demək bu təşkil etmə məhəlləsinə aiddir. Yəni təşkilatçıdır. Təşkil etmə bu deməkdir ki, lider olmaq. Məsəl üçün, indi mən sizə bəzi nüanslar deyəcəm. Deyir ki, məsəl üçün, bir nəfər müəllim var, hər il yay ayında digər müəllim yoldaşlarını yığır, onlardan pul yığır, maşın dajır, yer tapır, getdilər gəzintiyə. Demək, mənim necə müəllimdir? Təşkilatçı müəllimdir. O məktəblər kollektiv lider müəllimdir. O özünü tanı müəllimlər, hər hansısa bir insan, hətta bunu belə anlayın. Bir insan özünü tanımasa, özünü dərk eləməsə, özündən əmin olmasa, özün lideri olmasa, başqa birinin lider ola bilməz. Məsəl üçün, mən həmişə bu cür deyirəm. Bu hazırlıq keçən müəllimlər var. Bəzən deyirlər ki, tutaq ki, hazırlığa məsəl üçün də müəllim yaxşı keçmir, müəllim nəsə eləmir. Müəllimlər ola bilməz. Çünki hər hansısa bir müəllim hazırlıq keçməyə qərar verirsə, kurikulum demirəm, azı hazırlıq deyirəm. Demək o müəllim özünü tanıyır, özünü dərk edir, özünün əmindir. Özü bilir ki, öz biliyini kiməsə öyrədə biləcək. Müəllimlər təşkil etmə lider olmaq deməkdir. Təşkil etmə, baxın, o hazırlıq müəllimi o qrupun lideridir. Məsəl üçün, Aytəkin müəllimə hocam bu qrupu yığıb, mən bilirəm ki,
Mart qrupu da olsun, fevral qrupu da olsun, aprel qrupu da olsun. Mən bu qruplarla imtahana qədər dərslərini bitirəcəm. Mən özümə əminəm, düzdürmü? Bitirəcəm. Mən niyə dedim? Bitirəcəm. Mən özümə əminəm. Mən birinci özümü tanıyıram, özümə dəyər verirəm. Özümü lideriyəm ki, başqa bir qrupa da liderlik edə bilirəm. Onları mən təşkil edə bilirəm. Yəni məndə təşkil etmədə bir liderlik var. Kimisə bir yerə yığmaq var. Müəllimlər var ki, ilk dəfədən soruşurlar. Müəllim səs-küy olacaq, hamı bir-birinin sualına qarışacaq. Qrupdan istəmirəm. Deyirəm, niyə heç vaxt mənim dərsimdə şey olmayıb? Mən dərsi qrup ilə qururam ki, o şey qətiyyən ola bilməz. Və mən yaxşı təşkilatçıyam. Və yaxud da müəllim uşağa birinə tapşırır. Sən həmişə pulu yığ, sən sinif nümayəndəsi ol. Və yaxud da bir nəfər uşaq var, hamı bu uşağın sözünə qulaq asır. Hamı gözləyir ki, bu uşaq gəlsin bizi tutaq ki, motivasiya versin. Bu uşaq gəlsin bizi dava tutaq ki, deyirlər ki, gedin çağırın falan gəlsin bunları ayırsın. Demək, o uşaq bunların lideridir. Məsələn, 3 nəfər danışır, deyirlər ki, get falan gəlsin, batsın, çağır gəlib bizi ayırsın, bunları ayırsın. Demək, o bacı bunların lideridir. Yəni məncə liderlikdə bir başçılıq eləmək, biraz liderlik eləmək, təşkilatçılıq olmaq, bir də metodoloji bilik, özünü tutaq ki, deyir ki, öz yolunu başqasına öyrədir, öz bildiyini başqasından bölüşür. Yəni artıq o özünü tanıyır, özünü dərk edir ki, öz bildiyini başqa birinə öyrədə bilir. Sonra bir də müəllimlər. Məsələn, belə bir var. Bax, bu ötən dərs müəllimlərin göndərdiyi suala aiddir. Fevral qrupundan göndərmişdilər. Günel müəllimə sınaq etmişdim, qrupa ümumi sınaq göndərmişdim 20 dənəlik. Orada belə bir sual var idi. Deyirdi ki, məsələn, şagirdin biri dava düşür, gəlib onları ayırır. Demək, bu uşaq hansı mərhələdədir? Əlbəttə bu təşkil etmə mərhələsində. Təşkil etmə. Dava düşür, hamı bu heç kəs bunları ayıra bilmir. Bir dinə gəlib falan kəs bunları ayırır. Hər sinifdə olur da, hər qrupda universitetdə olur, hər sinifdə olur ki, pulu bu yığır, hamı bu başçılıq eləyir. Var deyirlər ki, qızlar klubu var. Bir nəfər bunları elə bilir ki, anası deyir. Onları bu idarə eləyir. Demək, o uşaq təşkilatçıdır. Sonra müəllimlər, bir də belə bir şeyimiz var, xarakterizə etmə. Xarakterizə etmək isə artıq bu səndə xarakter hal alıb. Yəni burada həmişə, hər zaman, daima ilk dəfə deyir ki, seçilir, tanınır. Müəllimlər, bu kimi sözlər var. Məsələn, Aytəkin müəllimə hər zaman müdafiələrində fərdi dərs soruşur. Mən bu xarakterimdə düzdürmü? Deyəcəksiniz ki, ancaq özün qoyub başı ola. Vallahi başqa birini ad çəksən, düşünürəm ki, indi bir qəlbə dəmir ola bilər. Ona görə ancaq özümdən nümunə göstərirəm. Nəysə. Və yaxud da ki, filan bir nəfər şagird var, həmişə dərsə hazırdır. Şagirdin biri var, neçə ildir ki, dalbadal olimpiyadada birinci ilə çıxır. Şagird hər dəfə summativdən 5 alır. Hər dəfə yaxud da bir nəfər şagird var, sinifdə özünə məxsus gülməli zarafatlarından seçilir. Müəllimlər hər zaman demir, seçilir. Seçilmək bu deməkdir ki, məsələn, yenə də deyəcəm, deyəcəksiniz ki, özünü reklam edir, o heç. Məsələn, deyirlər ki, fərdi dərs soruşan müəllim kimdir? Deyirlər ki, Aytəkin müəllim mütləq deyibsə soruşacaq. Mən bundan seçilirəm, düzdürmü? Mən bunu bir dəfə eləsəm, mən o cür tanıyarlar. Mən bunu 4 ildə hər dəfə eləyirəm, düzdürmü? Ona görə tanınıram, ona görə seçilirəm. Və yaxud da şagirdin biri özünə məxsus zarafatlarından seçilir. Siz də bu uşaq bir dəfə zarafat eləsə, bundan seçilər. Demək, bu zarafatı bu həmişə eləyib də. Həmişə eləyib, daima eləyib ki, bu cür tanınır. Həmişə, hər zaman, daima eləyirsə səvənlər. Deməli, sizə bu xarakter halını alıb. Və yaxud da kiməsə xarakterdir ki, söz deməmiş ağlayır. Kiməsə xarakterdir ki, tez küsüb tez inciyir. Xarakter, artıq onda o xarakter halını alıb ki, hər zaman tutaq ki, bir pis söz deyən kimi oturub ağlayır. Xarakteriz etməyə aid müəllimlər. Vərdiş halını alıb. Elə bilin ki, xarakteriz etmə təbliğləşmə ilə bağlıdır. Sonra müəllimlər, bir də sizə bir şey deyəcəm. Deyir ki, yenə, o cür verilən suala aiddir. Deyir, dava düşür, tutaq ki, sinifdə, gözləyirlər ki, gəlib məsəl üçün də Leyla adlı şagird bunları ayırsın. Demək, Leyla hansı mərhələdədir? Təşkil etmə. Bir də var ki, deyirlər ki, Leyla gəlir sinifə, hər üç uşağın üçündə dinləyir. Üçünü dinləyəndən sonra qərar verir ki, günah falan kəsdəydi. Yəni, bu Leyla'da müəllimlər, bax, birinci mərhələ təşkil etməyə aiddir. Amma ikinci mərhələ xarakteriz etməyə aid. Yəni, bu Leyla xarakteridir ki, hər üçünü dinləyir. Bir var ki, problem baş verəndə birinə günahkar dinləsin, bir nəfər dinləsin. Bir də var ki, bunda xarakter alıb ki, 5 nəfər olsa 5-ini də dinləyəcək, 10 nəfər olsa 10-unu da dinləyəcək. Həm onu, həm bunu, həm də bunu. Yəni, həm sözü varsa cümləmizdə, həm sözü və yaxud da ki, hamı ilə eyni, baxın, bir var ki, məsələn, kömək eləmək, bir də var ki, həm kasıba, həm yetimə, həm nə bilim, sanki kömək eləyir. Yəni, bunlar da bu xarakter halını alıb. Bir var kömək eləmək, bu oldu nə? Dəyərləndirmə. Bir də var ki, hər zaman kömək eləyir ki, məsələn, artıq onda o xarakter halını alıb. Və yaxud da hər zaman demir bəzən. Deyir ki, həm o qonşuya, həm bu qonşuya, nə bilim, həm də ən uzaq qonşuya belə pay göndərdi. Yəni, bunlar da bu xarakter halını alıb. Həm sözünü deyirdim sizə. Mənlər, bu da bizim olur nəyimiz? Emosional, yox. Mənlər, indi gedirsən.
Deməli bizdə bu xarakterizə etmə mərhələsinə aiddir. Mən indi izaha bitirdim, sizdən kaydınızı göndərəcəm. Yemənlər var, bizdə çox əllər yaşayır. Başlayır orada onlar mübahisə etməyə ki, siz bizim yeməyimizi oğurlamısınız, siz bizim taxta musiqimizi oğurlamısınız, özünüzün nə musiqiniz var, nə milli yeməyiniz var, heç nəyiniz yoxdur. Sizcə bu insan hansı kompetentdir və başlayır dava çıxartmağa. Ətrafda uşaqlar var, böyüklər var, qocalar var, dava çıxardır. Bu insanda hansı kompetensiya zəifdir? Və tutaq ki, başlayıb bu fransız dilində eləyir həm də. Hansı kompetensiyalar var, yaxşı, hansı kompetensiyalar var, hansı olsun, hansı yeniyyətdir, bunu deyin. Mədəni yox, şəxsi məsuliyyət var, yoxdur məncə. Pozulub, uşaqda şahid olub, dava saldı, pozulub, aha. Bəli, çox dil bilmək kompetensiyası. Bəli, fransız dilində düzdür, var. Bir də müəllimə nə var? Hansı zəifdir? Ya ermənilərin məiyyətinə, yeməyinə nə olsun ki, ermənidir? Yəni əlində suxt deyirdir. Bəli, mədə məlumatlıq zəifdir bu insanda. Bəlkə nə bir əlində bu. Bəlkə o çıxarıb bir şey deyəcək, biz olmuşuq. Buna görə bizim ölkədə olsa nə isə də, amma başqa bir ölkədə, başqa bir cəmiyyətdə bunu eləmək olmaz. Adama gülərlər, doğrudur. Əgər bizim insanlar Rusiyada yaşayırsan, ermənilər də var, Azərbaycanlılar da var. Orada heç kəs onları müdaxilə edə bilməz ki, siz bizdən şey oğurlamısınız. Qarabağ münaqişəsi ayrı, amma yemək, milli cəmiyyət, musiqi artıq mədəniyyətə yuxarı qədər gedib çıxır. Ona görə mədəni məlumatı zəif aiddir. Cümləmizdə nitq, nailiq, kitab oxuma, əməkdaşlıq yüksək səviyyədirsə, demək bu uşaq hansı mərhələdə? Hansı mərhələdir? Hansı malikdir? Üzr istəyirəm, səs qırıldı. Cümləmizdə nitq, nailiq, ünsiyyət, əməkdaşlıq varsa, demək bu hansı kompetensiya var? Ünsiyyət, əmək, savadlılıq. Ay, sağ ol, düzdür, savadlılıq, düzgündür. Keçək təfəkkür dərsinə. Bəli, sizin fənniniz nədir? İngilis dili. İngilis dili, ay, sağ ol. Deyirəm ki, müəllim şagirdlərə və elməmələrə sual verəcəm ki, nə kompetensiyaya aid olacaq tutaq ki. Deyirəm müəllim şagirdlərə hər yer öz yerində, məsələn tutaq ki, 27 sentyabr gününə aid kiçik bir esse yazmağı tapşırdı. Və şagirdlər burada deməli bu cümləmizdə tutaq ki, hansı kompetensiya formalaşar şagirdlərdə və hansı təfəkkürdə hansı düşünmə formasına aiddir. Düşünmə forması. Bəli. Deməli, mən taksonomiyada fikirləşirəm. Bu taksonomiyada tətbiq etmə deyil. Çünki tətbiq etməndə, yəni ki, olan bir şey haqqında esse yazır. Bunu düz fikirləşirəm. Düzdür, bəli, müəllim uşaqlara deyir ki, filan şey haqqında yazır, tətbiq eləməyə aiddir. Düzdür. Yəni olmayan bir şey deyil ki, hamımızın gözünün qabağında necə başlamış, necə olmuşdu müharibə, düzdür, o cürdür. Bəs müəllimə, təfəkkür düşünmə forması kimi hansına aiddir? Hamı yerində səssiz boy yazmalıdır da. Düşünmə forması kimi, düşünmə formaları. Yox, verbal var. Bəli, düz deyirsiniz də müəllimə, qeyri-verbal. Başqa düz deyirsiniz. Qeyri-verbaldır. Bəli, dedim yerlərində səssiz uşaqlar tapşırır. Müəllimə kim yazanda inşa qışqıra yazır ki? Səssiz oxu strategiyası, yerlərində eləyirlər, cədvəl doldurur, esse yazır. Qeyri-verbal. Yaxşı. Belə bir sual verirəm sizə, diqqətli olun. Deyirəm ki, deməli, bir dənə düzüm qoşum. Deyirəm ki, tutaq ki, baxın bir dənə. Deyirəm ki, bir nəfər, tutaq ki, arı vurmasından, bir nəfər də ki, tarakan saçmasından vəfat eləmişdi. Deməli, həşəratlar da insan ölümünə səbəb ola bilir. Hansı düşünmə forması var? Deməli, xüsusidən ümumiyə gedirsə induktiv. Afərin, əla, qəşəng sual yeri gəlmişkən vermədiyim suallardan da düzdür müəllimə, induktiv düşünməyə aiddir. Yaxşı, belə bir sual verirəm. Deyirəm ki, şagirdlər ingilis dilində kiçik bir mətni oxudular. Müəllim indi uşaqlara tapşırır ki, bu oxuduğunuz mətn nədən bəhs eləyirdi? Həmin o mətni gələn mənə izah eləyin. İdrakda hansı mərhələyə aiddir və hansı təfəkkür növünə aiddir? Anlamaq, məntiqi təfəkkür. Sağ ol, bəli. Deyirəm, indi müəllim uşaqlara deyir ki, bu əsər, mətni oxudunuzda, bu mətni oxuyanda, mətndə yazıçının nə demək istədiyini mənə tutaq ki, yazıçının sözlərindən çatdır. Yazıçının burada nə demək istədiyini mənə elə yazıçının öz dilində çatdır.
Deməli belə bir şey var idi. Deməli əgər yazıçının öz mövqeyidirsə bu təhlil idi. Amma mən yazıçı zaman dəyərləndirmə olur. Çünki mən varam, mən sözlərlə çox tuturam. Dəyərləndirmə deyə düşünürəm. Müəllimə dedim, demədim bax o sözündən də dedim ki, yazıçının nə istədiyini yazıçının sözlərindən çatdır. Hə, o zaman odur. Təhlil etmədir. Siz müəllimə nəyə çalışdım? Deyir ki, müəllifin mövqeyini, öz fikrini bilir, bu dəyərləndirmədir, düzdürmü? Müəllifin fikri bəli, öz fikrini bilir. Bəli, bu dəyərləndirmədir. Hə, müəllifin sözü bu təhlil etmədir. Müəllim, adi bir nığniyə, məşəkildə Azərbaycan dilində müəllimə hər şey dəyişir. Nığ şəkilçisi bütün cümləni dəyişə bilir. Yaxşı. Belə bir dənə də sizə sual verirəm. Deyirəm ki, indi əslində ingilis dilində o qədər şey yoxdur. Yəni bilirlər, hamısı ilə anlamağa falan aiddir də. Deyirəm, indi müəllim şagirdə dönəvə lüğət vermişdi. İndi bu günlərim uşağa lövhəyə bir iri söz yazır. Deyir ki, dünən verdiyim lüğətdə olan sözləri budan seç yaz. Hansı bir növüdür, idrakda hansı mərhələyə aiddir? Yine məntiqi təfəkkürdür bu təfəkkürdən. Bir dəqiqə, oradan seçib, təhlil etmə. Seçib yazır da. Müəllimə, lüğət öyrətmə demir. Necə uşaq onu anlar? Xatırlamaq. Deyirəm, dünən verdi. Uşağın yadına düşür ki, dünən müəllim bizə falan verdi. O adını o seçir də müəllimə. Ad seçir, söz seçir. Xatırlamaq. Mən seçmək sözümə çaşdırdım. Müəllimə çaşma. Mən ona görə deyirəm ki, heç vaxt müəllimə düsturdan getmə. Və yaxud da deyirəm, müəllim uşağa indi mətn vermişdi. Deyir, bu mətnin içərisindən tutaq ki, bir dənə ən gözəl antonim seç. Onda hansı olur? Onu ben sən deyəndi. Bir dənə antonim seç. Aha, o təhlil etmə. O təhlil etmədi, bəli, düzgündür. Yaxşı. Deyirəm ki, tutaq ki, belə bir dənə də sizə sual verdim. Bilik növündən verdik. Deyirəm ki, məsələn, şagird ingilis dilindən lüğəti əzbərləməyin öz strategiyası var. Bu da öz strategiyasını bütün şagirdlərdən bölüşür. Metakognitiv. Belə bir sual verirəm, diqqətli ol. Buraxımda hazırlaşır və artıq bu şagird artıq imtahan az qalıb, yaxşı oxumaq lazımdır. Və şagird özünün hansı səviyyədə olduğunu bilmir. Ona görə yoldaşlarından soruşur ki, sizcə mən bu il neçə bal yığa bilərəm? Demək, bu uşaq metakognitiv bilikdə formalaşdırılan hansı mərhələdədir? Hansı mərhələdə? Hansı mərhələdədir? Mərhələ elə bil ki. İndi mənim üç mərhələsi var idi, formalaşdırılmalı. Problem müəyyən etmə var idi. Var idi. Kognitiv deyirəm sizə. Metakognitiv bildik. Onun iş üsullarını deyirəm. Özü tənzimləyir. Özünü monitorinq eləyir, özünü tənzimləyir, özünü qiymətləndirir. Bu da özünü monitorinq eləməkdir. Özünə xəbəri yoxdur. Başqa nə yazır müəllimə? Özünü qüdsəyə böldü də. Rəydir, acaqdır. Həmişə də bir yadından çıxır. Hələ müşahidə edir. Aydındır? Hə, yox, bunu yalan deyirəm. Müəllimə, o da mənim yeni mövzudur. Burada düşmə ehtimalı var. Baxaram oraya yanında. Yaxşı. Rəqsanə müəllimə, siz bir dənə mənə gələn deyin görün, zəhmət olmasa. Tənqid təfəkkürün hansı iş üsulları var? Tənqidə təfəkkürün iş üsulları, ilişdiyimiz var. Bir saniyə. 4N1K bunlar deyirsiniz. Bəli, mən dolar deyirəm. Yoxsa oxudursan, düz dolar deyirəm. Sokrat dialoquydu. Daha sonra yad planetli ilə səyahət idi. Sonra qayda, qanun. Sonra bir də var idi fikir, yoxsa fakt. Bir də seçim etmək. Ay, sağ ol, düzdür. Yaxşı. Müzakirə ilə bağlı nəsə var, bilmirəm, yadımda deyil. Yad planetinə müzakirə idi. Müzakirə edək, belə bir şey var idi. Yaxşı, Rəqsanə müəllimə, çox sağ ol, sən də kifayətdir Rəqsanə müəllimə. Rəqsanə müəllimə, yaxşısan. Mən bildim müəllimə, siz o Sübhanova Rəqsanəsiz deyilmi? Yox. Bəli. Hə, bu da Emil ona görə. Yaxşı. Rəqsanə müəllimə, çox sağ olun, kifayətdir. Sağ ol.
Ayşən Xəllova buradadırmı? Yaxşı, Zəminə müəllimə gəl. İçəridə getməkdəyken. Tamam bilmirəm. Axşamınız xeyir Zəminə müəllimə. Başlayaqmı? Sizin fənniniz nə idi Zəminə müəllimə? Fənninizin hamı fənnini bilmirəm axı ona görə. Necə? Hə, fiziki tərbiyə. Yaxşı. Yaxşı. Zəminə müəllimə belə bir sual verirəm sizə. Deyirəm ki, qızım sakit dur da dəstəyəm. Belə bir sual verirəm. Deyirəm ki, deməli, bayaq bunu Murad müəllimə də vermişəm bu sualı. Deyirəm ki, məsəl üçün müəllim şagirdlərdən soruşur ki, tutaq ki də indi bilirsiniz ki, şahmat vuruşu var, sizin fəndə yoxsa yox bilmirəm. Tutaq ki, müəllim şagirdlər var, eləmi? Deyirəm ki, müəllim, indi şahmatda bilirsiniz ki, oyunçuların adları falan var da. İndi deyirəm müəllim tutaq ki, şagirdlər Amerikada olan şahmatçıların adlarını soruşur ki, orada hansı məşhur şahmatçılar var? Faktoloji bilik. İdrakda hansı mərhələdir? İdrakda hansı mərhələdir? Hatırlamaq. Ay, sağ ol. Belə bir sual verirəm sizə. Deyirəm ki, şagird hündürlüyə hoppanmağın metodunu bilir. Hansı biliş növüdür? Yəni hündürlüyə hoppanmağın ardıcıllığını bilir. Hansı biliş növüdür? Konseptlər anlamaq. Müəllimə, hündürlüyə hoppanmağın ardıcıllığı, hündürlüyə hoppanmağın metodu. Ardıcıllıq proseduraldır müəllim. Müəllimə, bəli. Ardıcıllıq proseduraldır. Ay, sağ ol. Prosta bilir dedi düzlüyə müəllim anlamadı. Müəllimə, bilir sözü bütün hamısına aiddir. Bilir sözü bütün hamısına aiddir. Yaxşı. Mərziyə müəllimə dərs bitən kimi sizi yığacam fərdi olaraq. Yəni narahat olmayın. Əvvəli başdan bildirim ki, aranızda qalsın. Deməli, Zəminə müəllimə, sonra belə bir sual verirəm sizə. Deyirəm ki, tutaq ki, deyirəm ki, bir dinə baxım. Deyirəm şagirdlər, tutaq ki, şagirdlər, bir dinə baxım. Şagirdlər turnikdən istifadə edərək basketbol oynadılar. O vaxt biz eləyirdik həmişə. İdrakda hansı mərhələdir? Ardıcıllıq. Müəllimə, idrakda hansı mərhələdir? Turnikdən istifadə edərək basketbol oynadılar. Voleybol oynadılar. Necə? Tətbiq ediblər. Ay, sağ ol. Bəli, düz, tətbiq eləmək düzgündür. Deyirəm ki, məsəl üçün, Zəminə müəllimə şagirdlərə deyir ki, indi çox güləcək yəqin ki, deyir ki, Ronaldo bir futbolçu olmaqdan da başqa, həm də çox gözəl insandır, çoxlu yardım eləyir, çox mütəvazidir, çox sadə insandır. Demək siz burada Ronaldo-nu neyinirsiniz? Ağlıma başqa bir şey gəlmədi sizə fəndə aid. Dəyərləndirmə. Ay, sağ ol. Afərin. Yaxşı. Bəs deyirəm ki, tutaq ki, sizin fənnat bilirsiniz ki, çoxu kitablar çıxır. Rast gələm Instagramda. Tutaq ki, alırsan nasıl bir kitabı görürsən, test vəsaitini görürsən, deyirsən ki, bu test vəsaitini kim yazıbsa, elə bunu pul xətrimdə çıxardı və bu kitabın içərisində heç nə yoxdur. Demək sən bu kitaba yəni deyirsən ki, bu kitabın içərisində bax, gör necə hər şey cılız yazılıb, necə belə asan suallar salınıb, necə kopyalanmış suallardır. Sən bu kitaba elə kitabın içindəki nə fikir bildirirsən, nə onun kitabın içində olan sualla fikir bildirirsən ki, buna bax gör necədir. Demək sən idrakda hansı mərhələdəsən? İdrakda orada da dəyərləndirməkdir. Yox, müəllimə, axı öz sözündən demirsən, kitabın içindən deyirsən ki, faktama bu suala bax. Təhlil edirəm, təhlil etmək. Ay, sağ ol, düzdür. Yaxşı. Belə bir sual verirəm sizə. Deyirəm ki, indi Zəminə müəllimə tutaq ki, məktəbdə işləyir və evlərinə gedən yol uzaqdır və evlərinə getmək üçün ən yaxın olan marşrutu seçir. Metakognitiv bilik. Müəllimə, idrakda ən yaxın marşrutu seçir. Hansı mərhələdir? Yaxşı, olsun özü tanıyırsan. O zaman metakognitiv bilik. Tutaq ki, bilir ki, ən yaxın marşrut budur. Oldu metakognitiv bilik. Bəs idrakda hansı mərhələyə malikdir? Ən yaxını seçirsənsə, ən yaxşı marşrut seçirsənsə. Ən yaxını təhlil etmək, ən yaxını. Ay, sağ ol, təhlil etmək düzgündür. Mənlər bu sualın başqa bir versiyası da keçən il qəbula düşmüş sual yeri gəlmişkən. Yaxşı, belə bir dənə də sizə sual verirəm. Deyirəm ki, deməli bu sualımda deyirəm ki sizə deməli deyirəm ki hər yerdən fərqli sual axtarıram, tapmıram axı. Bir dənə baxım. Tutaq ki, Zəminə müəllimə öz şagirdlərinə deyir ki, ay uşaqlar, çalışın ki, qabızsasqa yeməyini, o qədər uşağın sağlamlığa ziyandır ki. Uşağın biri deyir ki, ay müəllim, mən də yemirəm, çox ziyandır. Bir də qayıdıb deyir ki, mən yeyirəm, indi mən öləcəm. Bu uşaqların hansı xətaya yol verdi? Biri
boş adam xətasıdır. Aha. Biri çox mənalı danışmaq. Aha, sağ ol. Düzdür müəllimə, düzdür. Yaxşı. Zəminə müəllimə çox sağ olsan da kifayətdir. Əla. Ümumiyyətlə bugünkü müəllimlərimiz çox qorxurdum ki, zəif olacaq. Müəllimlər o atdığım sınağı necə işləmişdiniz? Birlik taksonomiya aid 25 dənəlik sınağı. Onu əslində mən səhv göndərmişdim. 20 işləri atdım sizə. Sonra gördüm cavabları atmışsınız, ona görə sildim. Niyə silirsiniz ki? İşləmişdim. Necələnmişsiniz? 3 dənə şərtim var idi. Əla. İnanın keçən illərim onu eləyəndə müəllimlər, yəni müəllimlərin ən qorxduğu test idi də. Amma görürəm ki, maşallah bu ilki müəllimlərlə keçənlər arasında nə qədər fərq var. Əla. Sağ ol Zəminə müəllimə. Kifayətdir. Sağ ol müəllimə. Həvva müəllimə gəlsin də soruşaq, sonra keçək Mərziyə müəlliməyə. Artıq müəlliməmiz də yoxdur. Həvva müəllimə gəl. İndi müəllimlər bu ekrana qoyduğum sınağı göndərəcəm sizə. Yeri gəlmişsə bu hansı müəllimə dediniz? Həvva dedim, Həvva. Hə, eşitməmişdim. Gözləyirəm təzədən adı təkrarlayarsınız. Hə, yaxşı. Başlayaq Həvva müəllimə. Sizin də fən ingilis dili, coğrafiya hansısa biri olmalıydı, amma aslı bilmirəm. İngilis Hə, dili. deyirəm ki, tutaq ki, ingilis dilində müəllim uşağa mətn oxutdurur. Çünki müəllimlər hamıya öz fənlər köçüdür. Mən ingilis dili müəlliminə futbola sual verə bilmərəm. Ona görə yadınızda həmişə deyirlər ki, bəs hər fənnin öz kurikulumu sizə görürsüz bu şəraitdə yaradıram. Hamıya öz fənnindən sual veririk. Deyirəm ki, Həvva müəllimə, ingilis dilində müəllim şagirdə bir mətn oxutdurur. Amma iki dənə mətn oxutdurur. Kiçik bir mətndir, kiçik bir mətndir. Uşaq bunu oxuyur. İndi müəllim uşağa deyir ki, hər bu mətndə olan obrazdan o biri mətndə olan obrazı bir-birindən müqayisə elə və nəticə çıxart. Təhlil etmək. Necə? Müqayisə eləməkdirsə, ilanla qurbağanı, qoyunla keçini, hamının gözünə qamanı gəlir də. Ay müəllim, boynuzu yoxdur, bu belədir. Tükləri fərqlənir. Anlamaqdır. Bir də var ki, görmədiyin bir şeydir. Dinlə paltarı müqayisə elə. Öldürsən, bitirsən, boyuna, rənginə, duruşuna, hər şeyinə təhlil eləyirsən. İçində müəllimdir. O müəllim bu qədər dərs keçdi, bu müəllim belə dərs keçdi. O müəllim onu dedi, bu müəllim bunu dedi. Təhlil eləyirsən. Bir də var ki, tarixdən kimya müqayisə elə. Bir də ay müəllim, tarixdən bəhs edir, kimdən bəhs edir. Anlamaq. Aydındır. Başa düşdüm müəllimə. Mənlə diqqətli olun, ən çaşdırıcı nüanslardır. İndi deyirəm ki, şagird sinif yoldaşlarının təqdimatını dinləyir və onun arqumentlərini qiymətləndirir. Uşaq birinə təqdimat hazırlayıb, o təqdimata qulaq asır və o uşağa indi onun təqdimatına qiymət verir. Dəyərləndirmə. Ay, sağ ol. Bəli, dəyərləndirmə. Düzdür. Deyirəm müəllim şagirdə keçmiş mövzudan bağlı əsas anlayışları sadalamağını istəyir. Xatırlamaq. Hansı təfəkkür növünə aiddir? Faktoloji. Təfəkkür növü bəs düzdür. Təfəkkür növü. Təfəkkürlə məntiqi. Məntiqi, aysola əzbərcə düzgündür. Deyirəm ki, verilmiş mətnin əsas bir dənə ideyasını müəyyənləşdir. Onda anlamaq. Müəllimə, demirəm, mətni mən izah elə. Deyirəm, o boyda mətnindən bir dənə ideya çıxart. Müəllimə, vacib bir dənə nüansda ən. Mən mətni başa düşməliyəm ki, ondan bir dənə ideya çıxart. Mən sən demirəm ki, mətndən mən izah elə. Deyirəm, bir dənə mətnin bir dənə ideyasını əsaslandır. Deyirsən, tutaq ki, məsələn, oxumusan, deyirsən ki, bir var deyirsən ki, Cəlil Məmmədquluzadən... Təhlil etmək, müəllimə, təhlil etmək. Sonra bir var deyirsən ki, Cəlil Məmmədquluzadən ölülər əsəri filan şeydən bəhs eləyir, izah edirsən, əsər danışırsan. O anlamaqdır. Bir də var deyirsən ki, bu, Sovet dövrünün haqsızlığı məhsul olunmuşdu. İdeyası budur. Bir var ki, bir dənə cümlənin ideyi, bir də var deyirsən ki, tutaq ki, Victor Hugo Səfirlər, deyirsən ki, o vaxt Parisdə olan azlıqdan bəhs olunurdu. Bir dənə bu. Bu da əsas ideyası. Bir də var ki, o əsəri mən izah elə. Demirəm ki, mən 10 səhifənin izah elə. Yaxşısın deyirsən ki, bir dənə qız var idi, qız belə anası atmışdı, Jean Valjean ondan sahib çıxdı. Bu da anlamaq, izah edirsən mətni mənə. Bir də var əsas ideya. İdeya Parisdə əsas olunmuşdu. Bir dənə əsas ideya. Aydındır? Bəli. Yaxşı. Bir dənə də sizə sual verirəm. Deyirəm ki, indi tutaq ki, deməli. Bu taksonomiya yenə deyirəm də, bizim bilirsiniz ki, ən qəliz, ən çaşdırıcı suallarımızdan biridir müəllimlər. Yaxşı. Deməli,
Nə sual verim sizə? Əslində bunları ayırmışdım. Bugün bunları yeni sual kimi bir dənə də sual verim. Deyirəm ki, tutaq ki, deyirəm ki, sinifdə 2 dənə şagird var. Müəllim bu şagirdlərə bir dənə problemi həll etməyi tapşırır. Şagirdin bir problemə uzun müddətli düşünür, yeni həll yolları axtarır, daima alternativlər axtarır. Amma o biri şagird isə bir dənə həll yolu hazırlayıb deyir, müəllim, şey tapmışam. Demək, hansı şagird hansı mərhələdədir? Problem həll etmək, yaratmaq mərhələsində, amma Bəli, öz fikrim yox. Uşağa bir dənə o heç, o heç. Bəs indi uşaq bu suala cavab verəndə, müəllimə axırına fikir ver. Müəllimə axırına fikir ver, diqqətli ol, Əsmə. Bax, müəllimə, sual iki cür düşə bilir. Bir var, deyirəm ki, şagird buna fikir bildirəcəksə, bu situasiyada hansı mərhələ var? Deyirsən ki, uşaq bunu dəyərləndirəcək, düzdür. Öz fikrini necə dəyərləndirmə. Bir də var, deyirəm ki, şagird bu suala cavab verdikdən sonra onda hansı idrak mərhələsi formalaşacaq? Müəllim, ondan cavab verəndən sonra artıq müəllim uşaq cavab verdiyini anlayacaq da. Bax, müəllimə, qaliz bunu heç bu gün deməmişəm sizə, növbətdə istəyəcəm hamıya. Deyirəm ki, timdə var buna aid. Müəllimə, timdə də var buna aid sual. Düz deyirsən, deyirəm ki, uşağa sual veririk ki, sizcə canlılar məhv olsa nə olar? Şagird bu suala cavab verəndə idrakın hansı mərhələsindən istifadə edəcək? Deyirsən ki, müəllim, dəyər vericidə sual uşaq öz fikrini deyəcək, dəyərləndirmə düzgündür. Bir də var, deyirəm ki, müəllimə, ona görə deyirəm ki, cümlənin içərisinə girin. Deyirəm, şagird bu suala cavab verdikdən sonra cavab verən mənə biliyi soruşanda səndən biliyi. Deyirəm ki, idraki. Deyirəm bu uşaqda hansı bilik mərhələsi formalaşacaq? Biliyi istəyirəm. Bu cümlədə hansı bilik olacaq? Bəli, konseptdən onu istəyirəm. Deməli bax, təhdidin biliyin növü. Dedim ki, axırında bu uşaqda hansı bilik növü formalaşacaq? Konseptual bilik. Hansı təvəkkül növü formalaşacaq? Təvəkkül növü. Təvəkkül növü tənqidi. Sağ ol, tənqidi. Çünki niyə? Ona öz fikrini deyəcək, düzgündür. Afərin, əla. Demək, müəllimlər, hər hansısa bir şeyə fikir bildirəndə dəyərləndirmə, tənqid, təfəkkür və anlayıb, yəni anlıq mənada, çox bilirəm, o anlamağa qarşı siz nəyə çaşdınız, müəllimə? O anlamağı idrakin anlamağından qarışdırdınız. Mən əslində konseptual həmişə anlamaq deyirəm. Mən konseptual bilik demək istəmişəm, mən səhvimdir, bax o da. Bilik nə olaraq məndə konseptual bilik olacaq. Dünənlər məsələn, müəllimə mənə test atmışdı. Bu sualın cavabını götürüb faktoloji götürüblər, təsəvvür eləyin ki. Orada nə var ki, əzbərçilik. Uşaq cavab verir ki, belə ola bilər, öz sözündən deyir də, anladığı kimi cavab verir. Konseptual bilik olacaq. Deyirəm, Mərziyə müəllimə məsəl üçün, Mərziyə müəllimənin uşağı var, tutaq ki, bağçaya gedir. Deyir ki, bağçada hamıda, tutaq ki, uşaqların hamısında belə oyuncaq var, mən də o oyuncaqdan istəyirəm. Uşaq hansı xətaya yol verdi? Hamıda var, mən də istəyirəm. Hamıda varsa cəmiyyət tərəfindən qəbul olunur. Bəli, düzdür. Yaxşı, demək ki, bir dənə də sizə sual verim. Deyirəm ki, deməli, nə var idi orada? Məzmun xətti nə vaxt dəyişirdi? Məzmun xətti sinifdən sinifə keçdikdə. Məzmun xətti heç vaxt dəyişmir axı. Məzmun xətti heç vaxt dəyişmir. Dəyişmir, yox. Amma deyəsən, Azərbaycan dili fənnində var axı deyəsən, bir şey var. Müəllimə, o dəyişməməsi nə deməkdir? Azərbaycan dili fənnində biri məzmun xətti eynidir, iki məzmun xətti eynidir. Mənim 11-ə qədər eynidir. Amma il ərzində yenə bütün siniflərə eyni məzmun xətti artıq biologiyada bu il artırıldı biri. O demək deyil ki, dəyişdi. 6-dan 11-ə qədər 6-da eyni məzmun xəttidir. 7-də eyni məzmun xəttidir. 8-də eynidir. Mənim siniflər əsl dəyişmir. Dəyişmir bu deməkdir. Amma daima illər keçir, dövr dəyişir. Daima müəllimə məzmun xətti nəsə dəyişir. Ora bir dənə əlavə oluna bilir. O əlavə olunanda 6-ya da əlavə olunur, 7-yə də əlavə olunur, 8-ə də əlavə olunur. O cür dəyişmir deyirik biz. Biz demirik ki, Sovet dövründə olan məzmun xətti indi qalıb. Demirik. Əlbəttə ki, Sovet dövründə olan başqaydı, indi başqaydı. Amma Sovet dövründə olanda da 6-cı sinifin məzmun xətti 6-da da eynidir, 7-də də eynidir, 8, 9, 10, 11. Bu cəhətdən dəyişmirdi. Amma il dəyişir, dövr dəyişir, kitablar təkmilləşir. İndi onlar isə əvvəlki adlar deyil. Adlar dəyişə bilər. Adı. Amma 6-dan 11-ə dəyişmir heç vaxt siniflər üzrə. Aydın oldu, müəllimlərə bilmirəm, yoxsa yox. Aydın. Məsələn, keçən illərin bir müəllimim mənə yazdı ki, sertifikat imtahan vermişdi. Bəs siz deyirdiniz məzmun xətti dəyişmir. Bizim fənə məzmun xətti əlavə ediblər bir dənə. Dedim, bəli, doğru olsun ki, əlavə olsun. 10 dənə 7, indi 15 dənə olsun. Amma yenə 6-da da eyni cür olacaq, 7-də də eyni cür, 8, 9, 10, 11 hamısında eyni cür olacaq. O demək deyil ki, dəyişmir deyəndə bu daima indi də elə eyni qalsın, 200 il sonra da eyni qalsın. Aydındır Məzin müəllimə?
Aydındır, bunu biraz oxuyacağım. Görəm Yaxşı. burada biraz çox Müəllimə, səhvlər müəllimə bir var. də sizə aid deyil müəllimə, çoxuna aiddir. Bir də bilin ki, müəllimə niyə səhv eləmisiniz? Yəqin MHM sınağında falan. Bunu çox adam köhnə kitablardan verir suallarını. Artıq burada əsas standart çıxarılıb. Artıq burada məzmun standartı və alt standart eyni şeydir. Yəni eyni şey, alt standarta aid dediyin 4 söz hamısı məzmun standartına aiddir. Elə bil ki, əkizdirlər də eynidir. Müəllimə bir dənə alt standartın gördüyü işi bil, məzmun xətti heç vaxt dəyişmir. Bunu bil. Bir də ümumi məsələsində şagirdə əvvəlcədən bildirməkdə nə keçəcəksə budur. Başqa heç nə yoxdur orada. Məryəm, müəllimə taksonomiya yaxşısan, bilik dərsində yaxşısan. Müəllimə, indi sabahlarım dərsə qoşul. Sual-cavab da edəcəm köhnə mövzunu o biri qrupdan. Yenisini də müəllimə izah da edəcəm. Yaxşımı? Oldu, çox sağ olun müəllim. Sağ olun müəllimə sizdə. Müəllimlər, mən sağollaşıram. Elə 41-də başlamışdıq. Bilmirəm də hakim qaldısa mart qrupundan. Məncə heç kəs qalmamışdı əl qaldıranlardan. Amma əl qaldırmağından görmədim də başqa kəsi. Hələlik müəllimlər, sağ olun. Gecəniz xeyrə qalsın. Aygün müəllimə, siz dərs danışmışdınız mən ötən dərs. Aygün Cəfərova. Bəli müəllim.